ərz edib millət olaraq çoxlu məsələlərimiz var danışmağa. Bunları hər şeydən öncə bunları danışmalıyıq. Əvvəl biz keçən cəlsədə düşüncə haqqında, fikir otağı haqqında, fikir otaq nədir, neynəməlidir, bunları danışırdıq. Və bu üçün biz bir dənə düşüncə otağı açırıq. O düşüncə otağına nə ad qoyaq? Bunu da danışdıq. Elə dostların biri yazdı, düşüncə odası. Elə mən də bu günləri YouTube-da yazdım otağın adını Düşüncə odası. Bir dənə qonu seçdik hələlik. O da bu ki, Güney Azərbaycan, Qəşqaistan və Türkmən Səhra siyasi partilərinin, hizblərinin dəvət eləyək bu otaqda onların düşüncələrin bir ölçəşək. Yəni mən İnsafəli Hidayət olaraq özümü kitab oxuyan bir adam bilirəm, çox oxuyan bir adam bilirəm. Amma belə baxanda görürəm ki, mən məsələn Azərbaycan partilərini tanımıram. Qəşqai partilərini tanımıram. Türkmən partilərini tanımıram. Deyək ki, bunların bir ikisinin adını bilirəm. Onlara görə xəbərdən başqa, dedikodudan başqa bir şey eşitməmişəm, oxumamışam, eşitməmişəm də. Yəni eşitdiyimiz ki, filan kəs elə belə yəni ərzişsiz bir sözlər. O halda ki, bu hər hizbin bir məramnaməsi var ki, o deyir biz kimuq, nə istəyirik, o istədiklərimiz üçün nə cür çalışacağıq, nə işlər görəcəyik. Və amacımız da nədir? Yəni o əsli amacımız nədir? Tamam, bunu mən bilməyən surətdə necə bunları müttəhəm eləyim? Yəni mən elə bir ki, burada indi dostlar oturublar, heç birisini tanımıram. Hamısını da müttəhəm edirəm, siz işləmirsiniz, siz milli dəyirsiniz, siz xiyanət edirsiniz, falan baxma. Bu nə deməkdir? Yəni hansı usula dayanaraq mən bu insanları müttəhəm edirəm? Cəhlimə dayanaraq. Mən bir cahil adamam ki, partilərin haqqında danışıram. Bunun üçün mən belə gördüm ki, bizim ən böyük məsələmiz təşkilatlanmaqdır. Buna hamı deyir ki, təşkilatlanaq, birləşək, falan eləyək. Amma bu təşkilatlanmaq, bu birləşmək o zaman ki tanımırıq, nə cür ola bilər? O zaman ki biz İranın radyo televizyonunun, polisinin, internetinin, ittilaatının, mollasının, bəsicisinin, paslarının, ərteşinin, ittilaatının, hər kəs ki var, dövlətin işləyənləri bir məlumat verirlər və mənim zehnimi onlar düzəldiblər. Mən partiyə baxanda deyirəm ki, parti istəyir gələn burada vəzir ola, vəkil ola. İndidən işləri bölürlər. Təbii ki, istəyirəm gələn vəzir, vəkil ola. Əslən, siyasi olmaq budur. Amma biz bunları bilmirik. Bir çoxumuz bilmirik. %90 belə görünür ki, %90'ımız bilmirik ki, əslən hizb nədir? Hizbin işi nədir? Amacları nə ola bilər? Hər hizbin bunlar nə cür adamlarla toplanarlar bir yerə? Sonra bunlar nə cür məsələn o istədikləri amaca çatarlar. Mənim nəzərimə gəlir ki, elə bizim otağımızın birinci mövzusu fikirlərim bir il də çəkər. Biz həftədə 2 dənə ya 3 dənə belə bir gün həm bir gün yox ya həftədə 2 dənə qoysaq bu otağı ki sizli mənli oturaq burada qonağı da çağıraq gəlsin bura özünü tanıtdırsın. Bir il çəkər. Bir ilin içində bu otaqda biz partilərimizi tanıyarıq, yəni hizblərimizi tanıyarıq. Hizblərimizin amaclarını tanıyarıq ki, onların hədəfləri nədir? Ən böyük stratejiləri nədir? Yol xəritələri nədir? Məramnamələri nədir? Bunların web saytı var ya yox? Bir yerdə bir şey vardı ki, biz gedib burada bunlara görə bir şey oxuyaq, savadlanaq, bunları tanıyaq. Bunlarla istədik ilciyə girək. Nə cür ilciyə girək? Ondan sonra Türk dünyasının partiləri. Türkiyədə 50-dən çox fazla parti var.
Türk partiləri, məsələn, deyək ki, bir-iki dənə də terrorist partilər var, onları çıxsaq kənara, məsələn, elə deyək 50 parti var Türkiyədə. Azərbaycanda da baxırdım, mənim nəzərimə gəlir ki, Azərbaycan dostlar, 10 milyon cəmiyyəti var, ya yox, biraz ya o ya bu yüz, yəni 1-200 min üstü, ya 200 min aşağıdır. Amma baxırdım partilərinə, bir dünya partisi var. Yəni, mən bəlkə bu günləri istəsəz, burada listin baxarıq, listini oxuyarıq. Niyə? Çünki hərəsi bir qrupu nümayəndəlik edir. Görək Güney Azərbaycan bir qrupu nümayəndəlik edir. Bu hizblər üçün, Güney Azərbaycan ya Qəşqailər üçün, ya Türkmənlər üçün var. Bunlar kimləri? Sonra Şimali Türkmən səhra, yəni Cümhuriyyət, Türkmənistan Cümhurluğu, Qırğızistan, Tataristan, Üzbəkistan, bunlara da baxışırıq ki, bunlarda partilər var ya yox. Ondan sonra bu partilərlə biz birləşək. Bunun üçün Güney Azərbaycan partilərinin dostların lütfü ilə adlarını topladıq. Hamısına dəvət yazdıq. Özüm dəvət yazdım. Dostlar da köməklik elədi bu dəvətnaməni yazmağa. Təqribən hamısı müsbət cavab veribdi. Birindən sonra Camoh təşkilatı hələ feylən cavab verməyibdi. Cavablarını gözləyirəm. Yol. İstiyoruz ki, bunlar gəlsinlər, otursunlar və bizə desinlər ki, Azərbaycanın gələcəyin, Türk millətinin gələcəyin nə cür görürlər? Azərbaycanı nə cür tərif edirlər? İranı nə cür tərif edirlər? Azadlığı, demokrasini, diktatorluğu. Əslən görək bunlara önəm demokrasidir ya önəm hakimiyyət, milli hakimiyyətdir. Yəni hangisi önəmlidir? Demokrasi önəmlidir, yoxsa milli hakimiyyət? Dil önəmlidir, yoxsa milli hakimiyyət? Məsələn, bəzi mühüm toplumumuzda məsələlər var, çox böyük məsələlər var. Onlara görə nəzərləri nədir? Məsələn, deyək ki, traktora görə nə düşünürlər? Traktor bizi idarə edir, biz traktoru idarə edirik. Traktordan İran Cümhuriyyəti farslar faydalanırlar, yoxsa Azərbaycanlılar, türklər faydalanırlar? Kim kimi kontrol edir? Güney Azərbaycan partilərinin toplumda, Güney Azərbaycan ya Türk toplumunda nə qədər yerləri var? Nə qədər özlərini tanıtmağa çalışırlar? Bunlar bu cür çoxlu məsələləri danışaq. Niyə? Çünki dedik biz bir dənə otaq yaradaq. Bu otaqda gələk deyək ki, biz bir dənə məsələni ortaya qoyuruq. O da Güney Azərbaycan və Türk dünyasında ya İran türkləri içində parti məsələsi, hizbi məsələsidir, bir təşkilatlanmaq məsələsidir, hazır olmaq məsələsidir. Dostlar, bir dənə sual qoyaq ortaya. Deyək ki, əgər bu günləri Xameneyi öldü ki, inşallahur-rəhman ölər. Ya inşallahur-rəhman İsrail, Amerika bombardıman elər, bu Fars hakimiyyəti aradan gedər. Zəiflər heç olmasa. O qədər zəifləsin ki, biz eləyə bilək dövlətimizi quraq. Bu şəraitə, yəni Xameneyi öldü, vəsətdə bir boşluq var, siyasi boşluq var. Burada Azərbaycanda olan partilər, Qəşqaistanda olan partilər, Türkmən səhrada olan partilər, hizblər neynəyə bilərlər? Hazırdılar belə bir vəziyyətə. Görürsünüz, yəni istəyirəm ki, otaq dediniz belə məsələləri açar, danışar. Dedik ki, indi bu otaq bəzi dostların düşüncəsi budur ki, hətmən gərək otağın dalısında bir büdcə ola, bir dövlət ola, ya bir xüsusi insanlar ola, pul qoyalar, bu otaq düzələr. Dostlar, baxın, o məmləkətlərdə ki, milli hissi çoxalıbdır, milli hissi çox yüksəkdir, o məmləkətdə milli sərmayədar var. Milli sərmayədar nə iş görür? Milli sərmayədar
3-4 dana işi çox önəm verir. Bir, deyir ki, mənim sərvətim az mənfəət versə də öz millətimi rifahlandırmalıdır. Çünki bilirsiniz, sərmayənin işi nədir? Sərmayənin işi iş yaratmaqdır. İşi ki yaratdı, bir neçə nəfəri bu işə alır. Bu neçə nəfər işləyirlər. İşləyən insan əhliyalına yetişə bilir. Yemağını alır, içmağını alır, paltarını alır, dava dərmanını alır, mədrəsəsinə köməklik eləyir, danışqahına köməklik eləyir. Bu nədir? Bu bir sirvətdir da bizə gəlir. Yəni əlimizə bir pul gəlir ki, burada biraz rahat yaşayaq. Bu milli adam birincisi bəs iş yaradır. İkincisi gəlir deyir ki, mən məsələn İsfahanda indi bunları gətirəcəyəm bir dana. Mən İsfahanda bu karxananı qoysaydım, bu şirkəti açsaydım, 1000 nəfər orada işlətsəydim, məsələn, hüquq verəcəyim ayda 15 milyon, 14 milyon, 13 milyon. Mən Azərbaycanda bunu qoyacağam. Məsələn, 500 min, 1 milyon çox verəcəyəm işləyənə. Ki o da ürək yandırsın mənə. Deyəcəyəm ki, iş idarəsi deyibdir ki, sənin başlanma işin 13 milyon, hər neçədir bilmirəm. İndi onu mən onun üstünə danışmıram. Mən sənə 1 milyon bundan çox verirəm. Çünki Azərbaycanlısan, mən də Azərbaycanlıyam. Mən sizə işləyəcəyəm, siz də mənə işləyəcəksiniz. Bərabər biz bu gücü aparacağıq qabağa. Siz burada nə qədər çox işləsəz, nə qədər çox zəhmət çəksəz, mən də sizə belə çox pul verəcəyəm, əvəzinə bir ayrı fabrika açarıq, bir ayrı iş yeri açarıq, orada da ayrı adam işlər. Elə öz Azərbaycanlımız, türkümüz işlər. İkinci işi bəs bu olur. Ki, vətənin rifahlanması. Üçüncü bu ki, gəlir deyir ki, mən bir dana düşüncə otağı açıram. Düşüncə otağının adı lazım deyil, həttəmən düşüncə otağı ola. Məsələn, bir dana ruznamə açıram. Bir dana məcəllə açıram. Burada bir 10 nəfər istihdam eləyəcəyəm. Gəlsinlər burada, məsələn, Urmu Gölü adında bir məcəllə açıram. Bunlar gəlsinlər, əslən otursunlar, burada təhqiq eləsinlər, təhqiqləri tapsınlar, danışqahlarda olan təhqiqlər, dünyada, orada, burada. Bu Urmu Gölü haqqında ayda, 2 ayda, 3 ayda, həftədə bir ruznamə çıxartsınlar, Urmu Gölü gündəmə gəlsin İranda. Baxın, bu otağı fikrin, bir dənə sərmayədarın otağı fikri yaratmaq formətidir. Ya da deyir ki, mən özüm yaradanmıram, Həsən, Hüseyin, Kazım, mən sənə pul verəcəyəm, sən get bunu yarat. Məsələn, bu traktor timinin başkanı, Zunuzi cənabları, fikirlə milyonlar dolar ildə o traktora pul xərcləyir. Milyarlar dolar, milyarlar yox. Milyonlar dolar traktor takımına pul xərcləyir. Məsələn, bu adam əgər vaqəən milli olsa, ya buna tayları, məsələn, Təbrizdə, Zəncanda, Urmiyədə, Ərdəbildə, yəni iyalətlərimizdə, Qəzvində, Həmədanda, Tehranda, Kərəsdə bizim milyarderlərimiz var ki, böyük fabrika iş sahibidirlər, güc sahibidirlər, 5 min, 10 min işçisi var. Buna heç bir ağırlıq düşməz ki, gələ deyək ki, məsələn, 20 nəfər istihdam eləyəcəyəm. Bunlar, məsələn, Azərbaycanın haqqında siyasi məsələləri təhqiq eləsinlər, ictimai məsələləri iqtisada təhqiq eləsinlər. 20 dana iqtisad mütəxəssisi istihdam eləyəcəyəm, bir dana məcəllə, iqtisadi məcəllə çıxadacağam, indi onlayn ya qeyri-onlayn. Bu məcəllədə bunlar işləyəcəklər, Azərbaycanın iqtisadi məsələlərin elmi olaraq burada analiz eləyəcəklər və millətə göstərəcəklər, dövlətə göstərəcəklər, gələnki dövlətlərə göstərəcəklər ki, nə olubdur, nə olmalıdır. Məsələn, Tehranda mən işlədiyim üçün deyirəm. Mən Ruznamə Səlamda olanda getdik əncüməni sinfiyə, nə idi onun adı? Bir dana bir sinfin mərkəzində bunlar bir dana məcəllə qoymuşdular.
İndi adı yadıma gəlmir. Xaniye Əsnaf. Belə bir adı var idi. Bir yol. Əsnaf idi. Nə idi? Belə bir adı var idi. Eşikdə satılmırdı bu məcəllə. Bu məcəllə yazılırdı şirkətlər üçün, karxanalar üçün. İran dövlətinin gələcək stratejik siyasətlərin 20 ildən sonra bazarda nə etməliyik? 10 ildən sonra nə etməliyik? Məsələn, o zaman mən 73-də ya da 74-də bu məcəllədə başladım işləməyə. O zaman bunlar maliyyata, hər adam başı gərək maliyyat versin, onun üstündə işləyirdilər. Məsələn, o zaman mən Ruznamə Səlamda ayda alırdım 64 min tümən. O şirkət mənim sahatıma verirdi 10 min tümən. Hər sahatıma 10 min tümən verirdi o mərkəz. Bir dənə sınıf idi. Məsələn, ki, dişçilər sınıfı, mühəndislər sınıfı, dökürlər sınıfı, bazarilər sınıfı, zərgərlər sınıfı, başmaqçılar sınıfı. Sınıfların biri də, bunların hamısının mərkəzi ittihadiyyəsi var. Bu ittihadiyyə ya özü büdcə qoyur, ya bir yerdən büdcə alır. Gətirir bunu, işlədir. Yəni bir də tacirlərimiz var, bilirik ki, başmaqçı taciri, ya fəş taciri, ya filan. Güclü tacirdirlər. Qızıl taciri, nə bilim, biskvit taciri, şəkər taciri, qət taciri, dəmir taciri, hər nə desə güclü insanlarımız var. Milli bazarı, milli sərmayədar o adamdır ki, həm öz cebini düşünür. Deyir ki, mən pul qazanmalıyım. Çox gözəl. Buna biz hörmət qoyuruq. Pul qazanmaq üçün mən iş yaratmalıyam, iş yaradır. Əvvəlcə ki, tək özüm gedəm işləyəm, ayda 10 milyon, 15 milyon, 20 milyon, 50 milyon çıxadam. Burada bir dənə iş yaradacağım, 3000 nəfər istəyəcəkdir. Hərəsindən mənə 1 milyon ay başı qalsa, mən 300 milyon pul qalacaqdır. 3000 nəfər işlərsəm, 3 milyard pul qalacaq. Hərəsindən 1 milyon qalsa. Amma hərəsindən 10 milyon qalsa, mən məsələn 3000 milyard işləyəcəyəm ayda. Tamam. Biz sərmayədarın qazancını qəbul edirik. Yəni deyirik ki, bizim sərmayədarımız qazanmalıdır ki, biz də qazanaq. O qazanmalıdır ki, biz də qazanaq. Biz qazanmalıyıq ki, o da qazanaq. Biz bir-birimizə bağlıyıq. Bir bu. İkinci bu ki, bu sərmayədar yəni milli olsa, milli düşüncəsi olsa, biz yəni bilirsiniz, bizim içəridə və eşikdə insanlarımız milli sərmayədar və milli düşüncənin üstündə çalışaq. Yəni, mənim nəzərimcə, indi bir dənə otaq lazımdır, açılsın. Milli düşüncəsi nədir? Milli sərmayədar nədir? Milli işçi nədir? Milli davranış nədir? Milli görüş nədir? Bunları məncə hərəsinə bir otaq lazımdır. Məsələn, nə qədər gözəl olar ki, bizim bir otağımız açıla, fəqət sərmayədar məsələsinin üstündə sərmayədar məsələsinin üstündə işləyir. Dünya teorilərin yığa, dünya dövlətlərində dedik 200 dənə Sazman-ı Miləldə dövlət var. Sazman-ı Miləldə 200 dövlət var. Bunların 150'si geçən 75 ildə müstəqilli olublar. Və bir iddə dövlət var, hududən 70-80 dövlət var ki, dövlət içində dövlətdirlər. Məsələn, Rusiyada bu cumhuridir, onda cəmahirdir, Cumhurilər Birliyi, ya Almanda, ya Almanda yox. Federaldan danışmıram, cumhurilərdən danışıram. Ki, içində özünün cumhurisi var. Fikirəm, yox, Çində yoxdur. İstəyirəm, Çində var, orada da yoxdur. Hər halda bir yerdə dövlətlər vardı ki, dövlət içində dövlətdilər və Sazman-ı Miləldə də üzvü deyirlər. Amma onların da bir ekonomisi var. Məsələn, bir dənə otağımız yaralmalıdır. Gələ deyək ki, bu 200 Sazman-ı Miləldə olan dövlətlər iqtisadları necə olub? Hangi mərhələləri keçiblər, gəliblər bura? Hardan başlayıblar? Nə iş görüblər, şikəsləyiblər, dalıya gediblər, getməyiblər, qabağa dayanıblar, təvərrüm çoxalıb, filan çoxalıbdır, başlayıblar bunu necə kontrol eləyiblər, sonra necə proqramı dəyişdiriblər, hardan borc alıblar, necə olub. Bunların hamısı bir dənə məmləkətin iqtisadının üstündə işləyəsiniz, siz fəqət tarixin çıxadasınız ki, onlar necə müvəffəq iqtisada gedirlər ya gediblər, ya hangi stratejilər götürüblər, özü bir dərin, çox dərin bir məsələdir. Çox dərin məsələdir. Yəni, aylarca, illərcə
bizim insanlarımız sərmayedarların, dünyada sərmayedarlığın üstündə işləyərlər. Mənim təcrübəmə görə, mən işləməmişəm bu haqda. Mənim təcrübəmə görə Amerikada, Kanadada sərmayedaridir. Amerika full sərmayedarlıqdır. Kapitalizm. Kapital həm başa deyirlər, həm də pula da kapital deyirlər. Çünki o da başdır. O baş olmayanda bu baş olmur. Kapital baş. Hətta decapitalization, yəni başı qırmaq, edam eləmək, öldürmək. İndi kapitalizm, yəni sərmayə. Amerika full sərmayədaridir, amma təvərrüm orada bəlkə Kanadadan azdır, çox deyil. Dünyada bir çox məmləkətlərdən azdır. Yəni deyək ki, məsələn, bəlkə bilmirəm, Sueddən, Suisdən bəlkə çox olar. Bəlkə Danmarkdan, Norveçdən, bunlardan. Amma Fransa'dan azdır. İngilistandan bəlkə çox az bilmir. İqtisaddan olmadığım üçün bilmirəm. Amma sərmayəni, əgər biz bir otaq açaq, bu otaqda gələk sərmayedar, İran sərmayedarlığın, İslam sərmayedarlığın düşünək. Mən dünən bir xəbər eşitdim, başımdan tüstü əlovlandı, çıxdı. Zahirən bəzi İslami məmləkətlər var ki, dostlar, mən bunu bilmirdim. Mən Pakistanın ülgüsünü görmüşdüm, Əfqanistanın ülgüsünü görmüşdüm, İranın ülgüsünü görmüşdüm. Belə bir-iki məmləkətin ülgüsünü, Türkiyənin ülgüsünü görmüşdüm. Nəzərimə gəldi ki, bunlarda bahlar çox nüzul alırlar və yuxarı nüzul alırlar. Yəni Amerikada indiki də bahalaşıbdır, Kanadada indi bahalaşıbdır. 5% ili 5% 12 ayı 5%-a nüzul verir. 100 min verirsən, 100 min alırsan, ilinə 5 min verirsən. 1 milyon alırsan 50 min il başı maliyyat verirsən. Üzr istəyirəm. 50 bin nüzul verirsən. Bu şeydir. Kanadada indiki bahalaşıb. Mən özüm 10 il ev sahibi oldum. 10 il ev sahibi olurdum, kirayə verirdim. Mən 1.75 idi mənim nüzulum, illik nüzulum ki, banca verirdim. 1.75. Yəni 2-dən 25 də az idi. İndi məsələn bilirəm ki, indi bizim dostlardan biri alıbdı 5 yarıma, 5.45-ə bu cürsə nüzul alıbdı. İndi siz bunu müqayisə edin İranda məsələn bankı nüzulundan, İslami bankı nüzulu ilə ki məsələn 50%-dir. 45%-lə 50%-in arasındadır illiği. Aşağısı ilə yuxarısı, əvvəli ilə axırı aldığı filan bəhman. Belə bir ağır, çox ağır bir yükdür. Mən deyirdim ki, tamam İslami şeylər budur. Dünənləri xəbər eşitdim. Bir nəfər iddia edirdi Kanadada ki, müsəlmanlar gəlirlər Kanadaya, ev almırlar, mağaza almırlar, ya alanlar nəğd pul gətirirlər, bankdan pul almırlar. Kanada dövləti baxır, görür ki, məsələn, burada 1 milyon müsəlman var, 2 milyon müsəlman var, 3 milyon müsəlman, hamısı da ev alıbdı, %90'ı ev alıbdı. Amma bunlar bankdan pul almayıblar ki, ayda məsələn o hərəsi 1 milyon nüzul götürəcək bankdan, onun məsələn 50 min dolar banka versinlər. Bu 50 min dolar bankda, məsələn 1 milyon evdə deyək ki, məsələn nə qədər elər? 50 milyon pul elər. 50, bu da 1 milyon. Böyük pul elər. Böyük bir rəqəm pul elər. İldə, yəni bunu hesablasaq 50 milyon, 50 min dolar çarpı 1 milyon, 50 milyon elər fikir edirəm. Hayli olar. 50 min, yox 50 min, 5 milyard elər. 5 milyard dolar ildə buradan Kanada bankları əldən verirlər. Diqqət buyurursunuz. Kanada bankları ildə məsələn 5 milyard dolar mənfəət əldən verirlər. Eyni halda ki, pulları da işləmir axı. Bu pul işləməlidir bir yerdə. Təvərrümü kontrol eləməlidir, ya iqtisadı genişləndirməlidir, iş tapmalıdır camiədə. Çünki bu adam əgər getsə 1 milyon vam alsa, bu vamla getsə bir iş yaratsa, 2 nəfər orada işləsə, belə bəqqallıq açsa, 2 shift işləsə, hərəsində bir dənə adam işləsə, 2 adam işlədəcəkdir. Məsələn, burada 1 milyon deməyək, 100 min dənə müsəlman getsələr, bir iş yeri açsalar, hərəsi 2 nəfər açsalar, 200 min nəfər adam işlədəcəklər.
200 min nəfər adam işə getsə, dövlətin 200 min nəfərlik cəriməsi gəlir aşağıya, 200 min nəfərdən izafi maliyyət alır, 200 min nəfərdən baznişəstəlik, retirement ya Türkçəsi indicə yadıma düşdü, alır və beləliklə bu iqtisad dolanır. Dövlət vərşikəslikdən çıxır eşiyə, qoymur vərşikəs etsinsə, olsun. Bunun üçün görürsünüz ki, dünənləri nə deyibdi? Deyibdi ki, dövlət, müsəlmanlar, hər kəs iddia edir ki, müsəlmanam, biz nuzul almayacağıq ondan. Gəlsin, vam alsın, nuzul almayacağıq. Niyə? Deyir ki, bu mənə ildə 5 milyarda verməyəcək. Çünki nuzulsuz pul verirəm. Amma ildə 100 min nəfər belə istihdam eləsələr, yəni 100 min nəfər adam işləyəcək. Hər 100 min nəfər adam ki işlədiyi, bunlar maşın alacaqlar, ev alacaqlar. Evlərinə radio, televizyon, nə bilim, mobl, fərş, hər nə mənə alacaqlar. Bu bahis olacaq ki, iş çox olacaq. Mən oradan hər $1 ki xərcləyirlər, 13 sent ona maliyyət alacağam. O karxanalar, o iş yerləri, o dükanlar gedəcəklər dövlət bahlardan vam alacaqlar. O vam alarlar işlərin genişlilərə, iş xaricər çox işə gedəcək. Mən çox maliyyət alacağam. Görürsünüz, bahlar çox onlardan çıxacaqlar. O 5 milyarda əvəzin ki, müsəlmanlardan alırlar. Bunun üçün dünənləri Kanada dövləti deyib ki, biz müsəlmanlara şeysiz və pul vam verəcəyik. İndi mənim kimi adamlar da deyirlər, məsələn, biz müsəlman deyilik, ateistlik ya şey yox, bunlar düşürlər müşkülə. Çünki burada ev alsa, ayda 50 min qalacaq cibində. Yəni, mən indi gedib, məsələn, ona deyərəm, tamam, mənə sən 1 milyonluq ev ver. Deyər, tamam, sən mənə dəlil şey gətir, mənfəət almayacaqsan, amma bir qaynaq görsət ki, sənin gəlirin var, ayda mənə $5,000 verə biləcəksən, $3,000 verə biləcəksən. Təqribən beləsi deyim. İndi hər $100,000 bunlar $550-600 istəyirlər ayda bahlar. Siz məsələn 1 milyon alsaz gərək $5,000 ta $6,000-$6,500 bu hududda banca pul vermək gücüz olar. Yəni heç olmasa bir xanım, bir ağanın, ər-arvadın işləməsi gələ görsədə ki, bunlar eləyə bilərlər, ayda $5,000-$6,000 verərlər. Tamam. Bunu verəcəksən, amma sən nuzul verməyəcəksən. Tamam, buradan ayda ildə $50,000 qalır sənin cibində. Amma sən gedirsən bir ev alırsan, bunun ya indi yer alırsan, ev tikirsən, bunu çevirirsən, bir şey satacaqsan, sabahları məsələn 1 milyon xərcləyəcəksən, 2 milyona satacaqsan, 500, 100 min belə qalsa, sən 100 min buradan qazanacaqsan. Görürsünüz, dövlət nə edir? İndi, mütəəssifانə İranda, elə istəyirəm bunu deyəm, yəni o misalı gətirdim, bunu deyəm ki, İranda sərmayədarlıq deyil, qarətdir. Çünki dövlət deyil, çünki mafiyadır. Mafiya özünün mənafeyini düşünər, millətin yox. Kanada dövləti dövlətdir. Deyir ki, mən millətin mənafeyini düşünməliyim. Mənim millətim işləməlidir. Mənim millətimin işləməsi nə edəcək? Mən gərək pul verəm. Yəni, Kanada dövlətinə deyəcəksin ki, mən işləyəmirəm. İş yoxdur, iş tapamıram. Deyəcəkdir ki, iş apply eləmirsən, bir yerə işə kağızı cizüməvi göndərmirsən ki, mən işə hazıram. Deyəcək, bəli. Listin gətir, listin aparacaqsan. Mən bu ay 20 dana, 30 dana, 50 dana yerə göndərmişəm, heç birisi cavab vermir. Tamam, pulun verməlidir. Yəni, Kanada dövləti deyə bilməsən, ac qalacaqsan. İndi əgər bizim bir dana fikir otağımız ola ki, məsələn, milli sərmayədarlardan, deyək, məsələn, Zunuzilər tayı adamlar. İndi Zunuzinin dünənlər üstünə rahpeymalıq edib, bir adamlar, bilmirəm kimlər rahpeymalıq ediblər, niyə rahpeymalıq ediblər. Onlarla işim yox. Hər halda deyirlər, traktor bizə əsəbani edibdir, uduzubdur, hər yerəni gələnə uduzur, onun üçün çıxıblar etiraza. Amma mən oradan danışmıram. Mənim işim bu deyil ki, traktor uduzub, niyə uduzub filan. Mənim söhbətim budur ki, milli sərmayədar nə deməkdir? Və bir otaq lazımdır ki, gələn milli sərmayədarı bu 200 məmləkətdə axtara, görə bunlar məsələn hangi xətaları eləyəndə iqtisadları dalı gedibdir? Hangi xətaları eləyəndə iqtisad dayanıbdır?
Hangi yaxşı siyasətləri ortaya qoyanda insanlar rifahlaşıblar. Hangi xətaları eləyəndə insanlar kasıblaşıblar. Hangi xətanı eləyəndə iş bazarı azalıbdır. Hangi yaxşı iş siyasəti qoyanda iş bazarı güclənibdir, insanlar çox işə gediblər. Hangi siyasəti götürəndə insanlar rahatlaşıblar, rəvani, iqtisadi, siyasi olaraq rahatlaşıblar. Bunların hamısı iqtisaddan gəlir. Əgər belə bir vəziyyətə gedək, dostlar, görərik ki, bir siyasət çıxar ortaya. Biz 200 dana məmləkətin siyasətini bilərik. Buna bir sərmayədar lazımdır, bir fabrika sahibi lazımdır. Gələ deyək ki, mən bir dana şey istəyirəm, nə deyirlər, məcəllə istəyirəm açam. Bu məcəllədə 10 nəfər, 20 nəfər, 30 nəfər İngilisi bilən, Alman bilən, Rus bilən, nə bilim, filan, bəhman dilləri bilən gəlsinlər, otursunlar. Burada o birisi məmləkətlərin, kitabxanaların download eləsinlər, məcəllələrin download eləsinlər, ruznamələrin download eləsinlər, iqtisadi xəbərlərini çıxartsınlar, teorilərini çıxartsınlar, onların iqtisaddanlarını gətirsinlər, danışdırsınlar, filan. Bəhman burada bir dənə Azərbaycan üçün bir iqtisad xəritəsi yaradaq. Hə, öyle olmaz ki, otağı fikir bu günləri xəritə yazır. Amma siz fikir edin ki, məsələn, bu otağı fikir çox ucuzdur ha dostlar, çox ucuzdur. Diqqət buyurun. Məsələn, 20 nəfəri istihdam eləyə, hərəsinə ayda 20 milyon verə. 20 milyon, zərb edəri 20 milyon, 240 milyon ildə bunun büdcəsidir. 240 milyon, bəzən görürsünüz ki, bir dana maşın alıbdı, 240 milyon getdi. Bir dana məsələn gedir filan məmləkətə dolanmağa 240 milyon getdi. 200 üzr 2 milyard 200 milyon. Fikirlərin beləsi olacaqdı. Bir yol. Çünki ayda 400 milyon elər, üzr 400 milyon ayda pul elər. 400 milyon 10 ayda elər. 4 milyard çox elər. Yox, çox elər. O qədər elər. O qədər elər. Mənim hesabım zəifdir. Çox bağışlayın. Gələ oturan maşın hesabdan köməkli qalam. 4 milyard, 5 milyard ildə pul elər. Bu 4 milyard, 5 milyard vaqəən bir pul deyil, pul hesablasaq. İranda bugün bir pul deyil. Amma əgər bunlar 2 il işləsələr, yəni 10 milyardla, indi misal vuracağam ki, farslar bu işi necə gördülər. Görəcəksiniz ki, 2 ildən sonra biz məsələn bir 28 dana məcəllə çıxartmışıq. Hər məcəllədə bir məmləkətin tarixi, iqtisadi gəlişməsin, şikəst yemaqların, stratejilərin, siyasətlərin ortaya qoymuşuq. İndi bizim 2 ildən sonra 28 dana qabağımızda ülgü var. Şikəst yemiş ülgülər ki, biz o işə getməməliyik. Güclənmiş iqtisadlar ki, biz onu eləyə bilirik ki, onu bumiləşdirək farsda deyirlər. Yəni yerəlləşdirək. Yerimizin şəraitinə baxaq, görək ki, ola bilər. İndi bu görün, bir 10 ildən sonra kollə bu 200 məmləkətin iqtisadını sökər bizim üstünə. Burada bizim də iqtisaddanlarımız gedirlər, danışqahda iqtisad olurlar, çıxandan sonra bilmirlər ki, iqtisad yanı nə mənə, odur olmaz. Döktürası da çıxıbdı, bir gün deyir ki, biz istirik Japoniya İslamı olaq, bir gün deyir Koreya İslamı olaq, bir gün deyir ki, Türkiyə İslamı olaq, bir gün deyir Malezi İslamı olaq, bir gün deyir filan İslam. Özü nə Malezinin iqtisadını bilir, nə Türkiyənin iqtisadını bilir, nə Japon, heç birisinin iqtisadını bilmir. Çünki 2 dana müşkülü var. Bir bu ki, o məmləkətin dilini bilmir. Bir də bu ki, gedir bir 2 dana o halda kitab oxur. Oxumur ki, məsələn, bu Türkiyə keçən 100 ildə Birinci Dünya Savaşından bu günə 100 ildə. Keçən 110 ildə Türkiyə neçə cürə iqtisadi strateji ortaya qoyubdu, şikəst yiyibdi. Getmir görə Malezi keçən 100 ildə neçə iqtisadi strateji ortaya qoyub şikəst yiyibdi. Neçəsini qoyubdu, müvəffəq olubdu. Hangi şəraitdə müvəffəq olubdu? Bunun için dostlar, İranda iqtisadları tanımırlar. Şu ardı İranda. İranda elmi dediğiniz şu ardı. İqtisad dediğiniz şu ardı.
Yəni adam iqtisaddan nə bilir? Bir belə iqtisadçı çıxıb da oradan. Deyək ki, məsələn, məşrutədən bu günə, məşrutədən qabaqdan bu günəcən deyək İranda bir 100 min nəfər heç olmasa iqtisad oxuyub İranda. Heç olmasa 100 min nəfər. Yəni sıfır tuturam, 0-100 min nəfər. 100 min nəfərin iqtisadı niyə bu cürdür? Bəllidir ki, burada iqtisad oxumurlar. Burada gedir Fransəni oxuyur, filan kəs belə dedi, Marks belə dedi, İngiliz belə. Ağa, İngiliz, Marksın şəraiti Almandır, Rusiyadır, İngilistandır, Fransədir. Sənin şəraitin haradır? O zamandır ki, ora teknoloji olubdu, teknolojini özü ürətir, kopi eləmir, varidat deyil. Varidatı yoxdur. O şəraitdəki istimar edir, sümürgədir. 10 dana, 20 dana, 80 dana sümürgəsi var Fransənin. O zaman o sümürgələrdən pulu gətirir, burada təzriq edir bazara, bazarda mühəndislər başlayırlar ixtiraata, bunlardan iş düzəldirlər. Sənin məmləkətin keçən 100 ildə bu cür bir şeye yetişməyibdi ki. Sənin məmləkətin ən çoxu budur ki, gedir karxananı ki, İngilistan deyir, qeyri-standartdır, dahi iş verməz, insanların canına zərər edir, mühitə zərər edir. Peykan karxanasından danışıram. Peykanın karxanasının 1364-də, 65-də ikinci əl, 50 il, 100 il işləmiş karxananı aldı, gətirdi, tam tarağından biz İranda maşın düzəldəcəyik. Buna deməzlər iqtisad. Bu iqtisad deyil ki. Dəllallıqdır, dəllallıq. Hə, dəllallıq var, dəllallıq. Məsələn, dəllallığı oxuyarsan, şeyi oxuyarsan. Singapuru. Singapur deyərsən ki, nədir dəllallıqdan pul qazanır? Dubeyi oxuyarsan, deyərsən Dubey nədir dəllallıqdan pul qazanır? Baxın, bunun üçün mən mötəqidəm İranda təhcə riştəki danışqahlarda oxurlar. Təhcə o sahə, bir sahə vardır ki, orada oxurlar, bir faydası var. Bir dana. O da şeydir, döktürlərdir, cərrahlar. Cərrahlar. Onlar da, cərrahlar doğrudur. Mən cərrahların bir çoxu, %90'ı yaxçıdır. Amma döhtürlərinə də belə inanmıram. Çünki adam gedir, davanın həm özünü yazır, həm ziddini yazır. Axı, sən gəlib baxasan, görəsən, biz burada Kanadada, biz indi məsələn, mən dünən gecə getmişdim döhtürə. Onun üçün də dünən gələ bilmədim. Çünki çox bir uzaq şəhərə gedəcəkdim. Yol. Gecədə saat 10'da mən CT scan olacaqdım, beynim, boğazım. Onun üçün mən hər halda eləyə bilmədim gələm. Çox üzr istəyirəm dünənə görə. Yol. Amma məsələn, davanı yazır sənə, özü döhdür deyir ki, bu davaların bu zərəli var. Soruşur da səndən, sənin bu davalara bir həssasiyyətin ola bilər, ola bilməz filan bəhman. Ya bir zərəlin görmüsən, qabaqcan işlətmirsən, işlətməmirsən. Sonra gedirsən davaxanadan alanda, davaxanada indi İranda bir davaxan şey vardı. Teşnisyen daru deyə sizdən davadan çox pul alır. Bilmirəm, indi neçə min, 50 min, neçə min hər sizin nüsxəzəki baxır, onu gətirir, qoyur bura, sizə təhvil verir. 50 min fəqət o adam deyir, ağa, mənim savadım budur, davaları tanıram. Buna mən sizdən pul alıram, sizə bir dava verəcəm ki, zərəl eləməsin. Mənim nənəmə dava yazıb döhdür. Nənəm deyib, mənim antibiyotiklərə həssasiyyətim vardı. Şişərəm, daşaram, danışa bilmərəm, görə bilmərəm, yol yeriyə bilmərəm. Döhdür bir şey yazıbdı. Diqqət eləməyib ki, bunun içində antibiyotik var. Davaxana da 50 minin alıbdı. Hər neçə ki, o şey alacaqdı. Davanı veribdi. Bu gəlib yiyibdi. İndi yol yeriyə bilmir, danışa bilmir, gözü görmür. Bu olmadı. Döhdür bu burada tükan açıbdı, bazar açıbdı. Mənə mühüm deyil. Mən bu qeyri-standartlı, standart deyil, bu dava bunu verəcəyəm buna. Bunun dərdinə dəyər dəyməz. Mən buna hər iki davanı verəcəyəm, həm biri zərəl eləsin, hər ikisi zərəl. Davanın dostlar, həm mənfəəti var, həm zərəli var. Məsələn, mən indi Gəzənə deyirik, bir dənə alaq var bizim yerlərdə bitər. Onu mən gətirmişəm bu həyətdə ki, otururam, orada da əhmişəm bitibdir. Ondan istifadə edirik. Məsələn, indi onu İngilisi məqalə oxurdum ki, bunun faydaları nədir? Zərərləri nədir? Yazmışdı, hər kəs bunu, məsələn, şey davası yiyir, qanı rəqiq eləyən, qanı yumuşaldan, qərəliğin azaldan, o bəhliğin azaldan, boşaldan. Qanı boşaldanlar, dava yiyənlər atmasınlar. Onlar ki, içirlər, su davası içirlər, onlar bundan yeməsinlər. Onlar ki, nə bilim, qanlarının fişarı vardı, onlar yeməsinlər. Məsələn, burada bunu deyir, sən bunu bilirsən.
nə bilim filan şey. Amma məsələn Arturuza yaxçıdır, nə bilim filan şeyə yaxçıdır, Bəhman şeyə yaxçıdır. Gelirsən davaxanaya sənə bunu demir. Tamam onu almayacaqsan o. Yəni etimad eləmək olmaz belə bir danışığa. Hər halda. İndi milli sərmayədardan danışırıq və milli sərmayədar məsələsini danışırıq. Otağı fikir lazımdır bunu açılsın. Dostlar, otağı fikir lazım deyil. Hətmən dövlət dalasında durur. Təbii ki, bir dövlət bir yer dalasında dursa çox gözəldir. Amma siz, mən, o, bu 4 nəfər, 5 nəfər oturub özümüz deyə bilirik ki, biz məsələn 1 ay, 2 ay, 3 ay məsələn Fransa'nın iqtisadını oxuyaq. Görək ki, Fransada hangi iqtisad keçən 200 ildə hangi stratejiləri qoyublar, hangi siyasətləri tutublar, bu siyasətlər nə nəticə veribdir, hankılar şikəst yiyibdir, hankılarda millət bədbəxt olubdur, hankılarda çox təvərrüm gedib yuxarıya, hankılarda millət evlərini ötürüblər, qaçıblar, hankılarda millət Fransadan qaçıbdır məsələn. Məsələn deyirəm. Ya hangi siyasəti qoyanda şey olubdur. Əlbəttə onlarınki bizdən fərqlidir. Yəni siz Fransa, İngilistən, Amerikanın iqtisadına baxın, İran iqtisadının ya Güney Azərbaycan iqtisadını düzəldə bilməzsiniz. Çünki əslən şərait fərqidir. Elə bilin ki, məsələn mən təyyarə ilə uçuram, bir nəfər də yerinə sürünür. Axı onunla onu müqayisə eləmək olmaz. Biz Güney Azərbaycanı yerindən sürünən kimi, ilan kimi bir şey yox, yerdə soxulcan deyirik. Biz soxulcan kimi bir şey yox, yerin içində hələ palçıqdan çıxamırıq. İran palçığına girmişik, müstəmirə olmuşuq, oradan çıxamırıq. Biz təyyarə ilə də Alman gedir, Amerika gedir, Fransa gedir, İngilistan gedir. Onlarla bizim özümüzü, onun iqtisadını bura gətirmək olmaz. Şikəst yiyər. Amma otağı fikir olmaq üçün bir nəfər gedibdi İngilistanda dərs oxuyubdu, xoşu da gəlibdi, orada yaşayıb 5 il, 10 il görübdü, ingilisində öyrəşibdi. İndi oranın da etkisi altında qalıbdır, çox iqtisad, qəşəng adamlar, yaxçı, sifahlı, yaxçı geyinirlər, yaxçı yeyirlər, gəlirləri də görür, az da olsa, evlər kiçik də olsa yetişir. Amma o bilmir ki, məsələn, niyə Amerikada evlər yekədir, İngilistanda evlər cıqqılıdır, niyə Fransada evlər cıqqılıdır, Almanda evlər cıqqılıdır, amma Kanadada, Amerikada evlər yekədir. Çünki bilmir ki, Kanadada yer yekədir. Onun üçün də dövlət çalışır ki, burada bir şey yaratsın. Evlər nə yekəlikdə olur, təşviq edir. Amma Almanda torpaq yoxdur. Almanı yıxsız Kanadanın bir əyalətinin yarısı olmaz. Yəni deyir, tamam, mənim yerim məsələn şey eləməyəcəksiniz. Hər yeri gətirib biz ev tikməyəcəyik. Bizə yer lazımdır, orada əkinəcəyimiz olsun, filanımız olsun. Evləri apartman eləyin, götürsün göyə, özdə kiçik olsun. Bu, yəni bunları gərək, bir dənə məmləkətə siz aşiq olursunuz. Mən bir məqalə yazmışdım 20-24 il bundan qabaq ki, İranda roşənfikrlənən siyasilərin heç birisi xain deyil. Çünki biri gedibdi Rusiyada dərs oxuyubdu. Rusiyanın hizbləri ilə, ideolojisi ilə, milləti ilə, iqtisadı ilə, fərhəngi ilə, kültürü ilə, hünəri ilə, düşüncəsi ilə, yaşamı ilə, ilgiləri ilə, toplumsal ilgiləri ilə tanışdı. Deyir ki, mənim nəzərimə bu yaxşı bir təcrübədir. Biz bu təcrübəyə. Yəni onunla yekəlib daha onun zehni bir Təbriz, bir ora, bir Tehran, bir ora, bir Xorasan, bir ora. Yəni İngilistan, Şurəvi. Onun üçün o məsələn onu sifariş edir ki, biz Şurəvinin siyasətini gedək. Bu ideolojini gedək, bu dövlətin dalısını gedək, bu dövlətə himayət bizi eləsin. Biri gedib İngilistanda oxuyub, eyni Rusda oxuyana tay, o da İngilistanı bilir. Biri gedib Fransada, biri Almanda, biri Sueddə, biri Suisdə, biri ərəblərin məmləkətində, biri Çində, biri Kubada. Hər kəs hər yerdə oxuyubdur. Oranı tanıdığı üçün ora təəssübü var. Orada yekəlib, oranın duz çörəyin yiyibdir, oranın düşüncəsi ilə təhsilatını alıbdır, oranı müvəffəq görür bir cürə, ya müvəffəq görmür bir cürə, o siyasəti deyir. O halda ki, bir düşüncə odası ya otağı, bu adamları ki, hərəsi bir yerdə dərs oxuyub, onların bir neçəsini yığır bir yerə. Deyir ki, sən elə o İngilistanda dərs oxumusan, sən də Rusiyada, sən də Almanda, sən də filan yerdə, tamam. Çində, Kubada, hər yerdə dərs oxumusunuz. O orada yerində onu saxlayın. Sən ki Çində dərs oxumusan, gəcinə bir Amerikanı oxu. Sən ki Almanda dərs oxumusan, gəl bir Kubanı oxu. Sən ki Fransada dərs oxumusan, gəl bir Malezini oxu.
Sən ki filan yer gəlmisən, cəbi Koreya cənubunu oxu. Sən ki filan, yəni bunları gətirir, deyir ki, bunlar gəlsinlər, otursunlar. Bir 50 dana, 100 dana iqtisadçının kitabların oxusunlar. O kitablardan oxuyandan sonra məsələn 3-4 dana məcəllə yazacaqlar ki, mən məsələn deyək ki, Malezini oxudum. Malezidə keçən yüzildə əvvəlinci iqtisad beləsi oldu, filan dövlət gəldi, o dövlətdə bu işləri gördülər, təvərrüm getdi yuxarıya, filan getdi yuxarıya, millət kollaps oldu, millət yıxıldı. Millətin göz ağlar qaldı, dədəsi yandı. Bu dövlət getdi, o birisi dövlət gəldi, o birisi dövlətdə bu işləri gördülər, biraz vəziyyət yaxşılaşdı, amma təvərrüm belə oldu, el oldu. O birisi, məsələn, Erdoğan gəldi, Erdoğan cənabları 2012-dən, 11-dən gəldi. Hər neçədən, o yadımda deyil, mən deyirəm, bəlkə 2006-dan zaddan gəlibdi hətmən, çünki mən Türkiyədə olanda yox idi deyirəm, amma ondan sonra gəldi. Məsələn, o gələndən sonra, o zaman şəhridar idi, o gələndən sonra məsələn, iqtisad nəcürcə oldu Türkiyədə. Buradan bir iqtisadi şey çıxar. İndi misallar vurdum. Məsələn, deyək ki, filan davaxana, kərxanası var Təbrizdə, serumsazi var. Xüsusi. Ya filan mədən var, süngü. Ya filan qızıl mədəni var, tıkab. Hər nə desəz, yəni doludur, Azərbaycan doludur, fabrikə ilə, Azərbaycan doludur mədən ilə, bunlar hamısı pul çıxadır. Zunuzi belə oradan pul çıxadır. Nə olar Zunuzi məsələn gələ deyək ki, mən ildə məsələn bir dana oyunçuya, bir dana futbolistə ki, topu buradan vurur ora və uduzuruqda, məsələn ilinə 500 min dolar pul verirəm. 1 milyon dolar pul verirəm. Nə olar ki, məsələn onu mən fəqət 100 min doların qoyam, bir dana məcəllə açam, mütəxəssisləri yığam ora. Mütəxəssis deyirəm. Məsələn siyasilərdən bir dana məcəllə düzəldən fəqət siyasəti. Dünyada siyasət nədir? Siyasətləri keçən yüzildə nə olubdu dünyada? Məmləkətləri bunlar axtarar. Demokratik olmaq nədir olar? Bir də otağı fiç biləsi açılar. Filan kəs əli yetişir ağzına, saxtıman düzəldir, saxtıman mühəndisidir, İranda ənbuhsaz deyirlər. Çoxlu bina düzəldir. Bu gəlsin, məsələn desin ki, mən bir dana evimin satacağım, bunun ildə bir dana evi satdığımın pulunu verim, bir dana məcəlləni idarə edeyim ki, bu məcəllə sonunda bizim gələcəyimizə bir şey versin. Məsələn deyək, axı biz özümüzü Danmarkla ya Hollandla müqayisə eləyə bilmərik ki. Niyə eləyə bilmərik? Yeri bizdən cıqqılıdır. Cəmiyyəti bizdən azdır. Amma suyu var. Su. Gecə-gündüz ora su yağır. Göydən su yağır. Hər yer sudur. Hər yer göldür. Hər yer dənizdir. Yəni şəhərin içi göldür. Bizim də orada yağış yağmır. Ya da ki, filan İran dövləti gəlir bunları. Dünənlər yenə bir video yazdıq. Sağ olsun dostlarımızdan biri sözə. Bəzən dostlarımız ya sözü eşidirlər, deyirlər, bunu mən də alasıcan gedim, ya da ki, vaqəən özlərinin beyni işlir. Dünən bir dostumuz, o keçən dəfə dedim, bir dana dostumuz durub gelibdi Şərəfxana bəndərindən, baxıbdı ki, burada su yoxdur. Burada su yoxdur. İran dövləti bizi toğulur. Körpünün dövrəsinə, çünki bilir hamı oradan gidəcək, bir dana orada bir şey düzəldiblər, bir göl düzəldib, İran Urmu gölünün özünün içində bir dana göl düzəldibdi torpağından, suyu gətirir. Orada biz orada deyirik ki, bir dana dostumuz gedib girib suyun içinə, 300 addım suyun içində gedibdi. 300 addım. Görsədir ki, məsələn, 30 santi su var. Tutur ayağının üstündə bəllidir. Ayağının üstünə çıxıbdır, bir də ayağı qalinlikdə da dizinə tərəf gəlibdir. Yəni o qalinlikdə su var. Yəni qədim biz çəhmə giyərdik, lastik çəhmə. O lastik çəhmə ilə geçsəydi, onun yarısıdır. Onun içində su da olmazdı. 300 addım, yəni 250 metr, 300 metr gedib suyun içinə. Bizim dədələrimiz yeri ölçəndə, qədəmini ölçəndə, hələsinə deyərlər 1 metrdən də çoxdur. Bir
dostumuz, ağıllı dostumuz bir özü eləyib. Biri maşınla getmişdi içəriyə. Görsədi ki, mənim bu maşını bir belə gəlmişəm içəriyə, təyərlərim yarıyacın suya batmayıbdı. Məsələn, ya Peykan, Peugeot, hər nə mənə. SUV deyildi, yeşə təyər deyildi. Biri də dünənləri dostlardan gedibdi ki, bunu da biz yenə burada demişdik, müxtəlif yerlərdə demişdik. Sağ olsun, ya özünün ağlına gəlibdi, ya bizdən eşidibdi, hər kəsdən eşidibdi. Böyük iş gördü. Çox böyük, çox böyük. Mən təşəkkür edirəm. Sağ olsun, var olsun. Allah onu qorusun inşallah. Özün, balaların, əhliyalın, dədə-nənəsin, hər kəsi ki vardı, sevir, onu qorusun. Adam durub gedibdi, filan İran dövləti deyir ki, mən səddi aşmışam, su gedir. Adam düşüb bu səddin dalasına ki, mən görüm bu su hara gedir. Bunu mən özüm neçə dəfə demişdim ki, belə bir iş görün. Dostumuz durubdu, bu suyu gəlib görübdü ki, vəsətdə İran dövləti bir kanal düzəldibdi. Bu Urmiyə göndərdiyi suyu çeviribdi, gedir kahve soda kərxanasına. Yəni, oradan gedir, nə bilim, Yiruqaha, buradan gedir Sipapaz Daranın şeyinə, buradan gedir fulana, olmadı ki, sən Urmu gölü adına bura su boşaldırsan, verirsən, satırsan, neçə alırsan bunlardan? Niyə Azərbaycan gölünün suyun verirsən adamlara? Sən əgər ora su verirsən və əgər pul alırsan, həqqin yoxdur deyəsən, mən Azərbaycan gölünə su ötürmüşəm, millət. Bağda, o bağlı adam, orada, ağa biz şah zamanı belə quyudan su çəkmirdik. Bizim bağlarımız indikindən çox idi, bizi toğlamayıb. Bizim Urmu gölünün ətrafında tamam üzüm bağı idi. Şərab xarxanalarına onlar şey verərdilər. Üzüm verərdilər. İndi gəliblər bizə deyirlər ki, bağçılar suyu çəkirlər, su qutarır. Yox ağa, suyu sən verirsən onlara, orada qutarır. Bağçı ilin 9 ayı su işlətmir. Payızdan su işlətmir, qışı da işlətmir, yazı da işlətmir. Bağçı işlətdiyi yayda su işlədəcəkdir. Nə qədər su işlədir orada? Bilirsiniz, bizim tür düşüncəmiz elmi deyil. Nə mənə deyirlər, onu inanırıq. Adamlar da götürürlər, bunu yazırlar. Adam gedib orada bir damcı su görübdü, onun filmini götürür. Ay kim deyir, yalan deyirlər. Bunlar ki deyirlər, Urmu gölünün suyu yoxdur. Qardaşım, bir 2 kilometre o üzə, bir 5 kilometre o üzə gör, orada nə xəbər var? Sonra. Amma adamlar cəvvidirlər də, cəvvidə əlbəttə bu ki, vətəni sevinirik, görək ki, vətən abad olub. Təbii, hamımız sevinərik. Əgər görək, Urmu gölü hər tərəfdən dolubdur, mən o günü qurban kəsəcəyəm. Hər halda, dostlar, sərmayədən danışırıq, milli sərmayədən danışırıq, milli sərmayədarlardan danışırıq. Milli sərmayədar kimdir? Milli sərmayədar sizdən, məndən biraz ağıllıdır. Necə ağıllıdır? Buna görə ki, pul ağıl gətirər. Belə bir pulu qoysaz, ölünün üstünə dirilər. Pulu qoysaz, öküzün üstünə 10 nəfər gələr deyər ki, rəis, mənim fövq doktoram var. Amerikada da filan şirkətin müdiri amili idim. Filan yerdə filan təcrübəm vardı. Məni işə tut, öküz ağa. Mən sənin bu pulu işlədim, bu şirkəti işlədim. Öküz orada oturar, yemin yiyər. Bu 10 nəfər, 20 nəfər, 50 nəfər ona işləyərlər. Sərmayə bu cürdür. Deyirik ki, sərmayə hər şeydən mühümmüdür. Buna görə mühümmüdür. Çünki sərmayədar özü işləməz ki. Sərmayədarın pulu var. Deyir ki, məsələn, tamam, mən istəyirəm falan, nəmrək karxanası qurun. 4 nəfər, 5 nəfəri çağırır. Hamı da bilir bunun pulu var. Deyirlər, sən falan karxananı qur. Tamam. Səni də istihdam edirəm ki, get bunun mərahilini gör. Bunun idari işlərini gör. O gedir onun idari işini görür. Səni də istihdam edirəm, get bunun dəstgahını gətir. Səni də istihdam edirəm ki, bunu qur. Quturdu, getdi. Amma mənim pulum yoxdur, neyniyək? Milli sərmayədar bizə çox önəmlidir, dostlar. İqtisadımızın, kültürümüzün gəlişməsinə çox önəmlidir. Milli sərmayədar, bir milli sərmayədar var, bir də ziddi milli sərmayədar var. Onu da danışacağım. Milli sərmayədar, məsələn, dedik ki, filan
şirkət, filan mədən, filan karxana, filan dava kərxanası, sirom sazı, nə bilim filan lastik sazı, şişə sazı, hər nə ki vardı da bunlar hamısı şeydir. Milyard ildə pul çıxardırlar. Azərbaycanda. Və biz bunun havaları ki bunlar kirlədirlər ha, aludə farsça deyirlər. Bizdə aludə farsla fərqlidir. Məsələn deyir ki, filan kəs deyir ki, mən o qıza aludiyəm. Bu o aludə ki o anlamda bizdə aludənin bir ayrı mənası var. Farslar bunu işlədiblər, aludə fikir edirəm türküdən aparıblar ya biz farsdan gəlib mən bunu bilmirəm amma fikir edirəm ki farslar bunu götürüblər. Bu ki mən bir dənə qıza aludə olmuşam. Onu götürüblər aparıblar hava aludə oldu. Məsələn beləsi işlədiblər. Amma biz bunu işlədirdik. Yəni mənim yadıma gəlir çox cavan idim. İlm məhsul alanlar zətlər bir-birləri ilə o böyüklər danışanda biz də işləyirik, ustalar danışanda bir-birinə. Olan mən aludə olmuşam, ölürəm məsələn. Hər halda indi bu hava kirləndi. Bu havanı biz itirik, biz çəkirik canımıza. Onun mərisliğini biz şey edirik. Sən o puldan ki qazanırsan, bu millətə nə edirsən? Kanadada sərmayədar çox var. Çox da gözəldir. Ya demirəm pisdir. Burada da insanları sömürürlər. Karxanaların işi budur. Sərmayedarın işi budur. Sərmayedar sömürür. Bizimki də sömürsün. İftixar elərik ki, bizimki də gələ milli sərmayedarımız ola bizi sömürə. Milli sömürə. Məsələn dedik, farslar bizə verəcəklər 10 milyon, bu verə 11 milyon. Bu 1 milyon izafi yaxçıdır bizə. O məsələn filter qoymayacaq karxananın tüstüsü çıxsın eşiyə. Sən gətirib filter qoyacaqsın ki, qoy az mənim millətimə zərərli. Milli bu cürdür. Milli düşüncə beləsi olar. İndi məsələn hər karxana eləyə bilər bir dana mücəvvizada da ehtiyac yoxdur. Ehtiyac yoxdur mücəvviz ala. Kafidir ki deyə məsələn bir dana mütəxəssisi görə öz sevdiyi sahədə hiss elədiyi göylü istir. Göylüm istir ki görün məsələn dünyada filan şey nə cür gedir. Bir dana mütəxəssisi görə deyə, sən mən pulunu verəcəm. 10 dana mütəxəssis istihdam elə. Otur dünyanın təcrübələrini oxuyun, yığın, gətirin bura. Yığın, internetdə çap eləyin. Bu milli düşüncə. Məsələn, bəzi Təbrizdə, ya Ərdəbildə, ya Urmiyədə adamlar var, çox güclü. Məsələn, adam istəyir ki, Avropadan karxana gətirsin, qoysun ora, məsələn, ildə 10 min dana, 20 min dana, 100 min dana maşın düzəltsin. Yoxdur, bu adama nəzər eləyirlər, məsələn ki, nə qədər zərər eləyirlər? Məsələn, ildə 5 milyard tümən verə 20 nəfərə, mütəxəssisə, deyə gəlin, burada oturun, filan şeyi təhqiq edin. Dünyada filan şey nədir olubdur? Onlar da təhqiq edir, deyə bunu da məsələn bir dənə veb-sayt açın, Kanadada, Amerikada, hər yerdə bir dənə veb-sayt açın, bunları da yığın ora. İnsanlar orada oxusunlar. Zəkatul elmi nəşruhu, malın da zəkatı var, elmin də zəkatı var, sərmayənin də bir milli düşüncənin də bir zəkatı var. Səndən İran dövləti bir maliyyət alır, sən Azərbaycana maliyyət verməyəcəksən. Bu Azərbaycan millətinə vergi verməyəcəksən. Verginin maliyyatında türkçəsi vergidir. Sən bu türk millətinin toprağından, suyundan, pulundan faydalanırsan, sərvətin üstünə sərvət qatırsan, bura bir maliyyat, milli düşüncə budur. Milli düşüncə ehtiyac yoxdur. Biri deyək ki, gəsən ver. Deyir ki, mən özüm düşünürəm, Azərbaycana filan şey lazımdır. Milli sərmayədar bunu özü düşünür. Məsələn, şah zamanı sədəqəyanilər, filanlar, bəhmanlar. Bunlar məsələn gəliblər, düşünüblər ki, bəlkə bir gün Azərbaycan ayrıldı. Şahı razı salıblar ki, ana fabrikaları Azərbaycanda qoyular. Heç bəlkə də o cür düşünməmişlər, bəlkə Azərbaycan müstəqil olaraq. Amma demişlər ki, Azərbaycan Türkiyənin dibindədir, Türkiyədə Avropadır ya da Avropaya qoşulacaq bu gün səhər. Biz burada tolid eləsək, bir var ki, Torasanda, İsfahandan gələ, buradan gedə Avropaya. Bir də var ki, buradan elə Avropanın bu saatdan keçə o birisi, bu mərzin bu tayına gedə mərzin o tayına. Onun üçün gətiriblər, milli sərmayədar bunları düşünməlidir. Bunun üçün bizim bir dənə otaq yaratmaq lazımdır özümüzdən. İndi davtələb, ürəkli oturaq bir dənə
otaq olsun sərmayə, milli sərmayə və sərmayədarlıq sistemlərin, siyasətlərin, stratejilərin bunları harda sınıbdır, bunları mübahisə eləsin. Elə bu otaqların birində bunlar, məsələn, mən indi video danışıram burada, qoyuram bura. Bu bir dənə fikirdir, atıram ortaya. Bu özü bir otaqdır. Yəni bir dənə fikir atıram, milli sərmayədar. İndi bu ola bilər bir nəfər gələ bu fikri ala, gedə məsələn Həsənqulu ilə danışa, Kazım ilə danışa, Məmməd ilə danışa, Nasir ilə danışa, Rəhim ilə danışa, deyə ki, belə bir fikir vardı, sizdə də bu imkan vardı. Gəlin məsələn bir dənə bu məcəlləni açın. Bu bir dənə 20 nəfərin hüququnu verin, gəlin burada bu işi işləsinlər Azərbaycanın gələcəyi üçün. Şəhər şuralarının vəzifəsi nədir? Əvəzin ki, gələrlər, bir belə agəhi verələr ruznamələrə ki, ruznamələrdə satılmırlar, millət oxumur, gəlsin otağı fikri düzəlsin. Mənim şəhərim nə cür salim ola bilər? Nə cür aşqalı az ola bilər? Nə cür insanlar az savaşarlar? Nə cür az boşanarlar? Nə cür çox işlərlər? Nə cür bir-birlərinə hörmət qoyarlar? Nə cür bir-birlərinə əsəbani olmazlar xiyabanda? Nə cür sürəti az sürətlə maşın sürərlər? Nə cür az təsadüf eləsinlər? Nə cür məsələn daha çox insanlar bir-birinə hörmət qoysun? Nə cür şəhərdə çox ağac olsun? Nə cür çox, yəni bunları şəhər şurası, hər şəhər şurası belə bir şey yaratmalıdır. Fikir otağı. Baxın, bir dənə misal vurum sizə. Görün ki, bu misal Kanadadan vuracağım. Çünki indi mən bayaq dediyim misaldır. Mən də Kanadada 20 il olduğum üçün buranın təcrübələrin bəzisini görürəm, eşidirəm, oxuram. Burada bir yer var, Torontoda, adı Shepherd and Don Mills. İki dənə xiyabandır. Biri adı Shepherddir, çoban, birinin adı Don Mills'dir. Dəyirman. Səhər dəyirmanı. Bu Don Mills ilə səhər dəyirmanının yolu ayrımcında İranlılar otururdu bir zaman. Otururmuş. Məvaddı müxəddir İran, Farsların məvaddı müxəddir mafiyası çox güclüymüş bu bölgədə. Silahlıymışlar, adam öldürürmüşlər, adamları soyurmuşlar, hər nə etmişlər. Məvaddı müxəddir şeyi, mafiyası. Kanada dövləti bunu bir təhqiq edib ki, mən bu məhəlləni nə cür eləyim ki, burada mafiya azalsın. Bu nəticəyə yetişiblər ki, burada biz bəzi işlər görürsək, sərmayə qoysaq, burada bu cürm, cinayət, qətl, məvaddı müxəddir aradan gedər. Nədir? Düz bunların ikisinin ortasında, bu yolun düz ortasında getmək bir dənə böyük pasaj İranda deyirlər, mal. Böyük mal düzəldir, çox böyük. Məsələn, deyim ki, eni bəlkə 1000 metr olar, boyu da bəlkə 1000 metrdən çox olar. Yəni, çox böyük bir yerdir. Bir yol. Çox, 100 min metrdən çox olar. Yox, çox olar. Belə bir yeri deyib ki, burada bir dənə bir şey düzəldək. Mal. Bu malın içində bir 200-300 dənə məğazə olsun. Hər məğazə 4 nəfər, 5 nəfər işlədəcəkdir. Burada bir 2000 nəfər, 3000 nəfər bu məhəllənin adamların əvəzin ki, küçədə qalsınlar bekar, gəlsinlər, burada işləsinlər. Həm maliyyat versinlər, vergi versinlər dövlətə. Həm işləsinlər, başları qatışsın, yorulsunlar, gecə getsinlər, yatsınlar, səhər dursunlar, vaxtları olmasın, əraq içələr, məvaddı müxəddir alalar, məvaddı müxəddirin gedələr, adamları ilə dost olalar, ondan evlənələr, ondan işləyələr, ondan biri olalar, ondan uşaqları olar, bunlar bizə müşkül gətirirlər. İkinci işi görüblər, bura bir dənə metro qoyaq. Adamları çox rahat və ucuz şəkildə şəhrin bu qismətindən aparaq o qismətinə. Gətiriblər, burada bir dənə metro qoyublar. O zaman ki, mən gəldim, o məhəllədə oturdum, burada əmn məhəllə idi, çox əmn məhəllə idi. Mən 11 il, 10 il bu məhəllədə oturdum, bir dənə güllə səsi gəlmədi. Bir dənə məvaddı müxəddir və muta görmədik biz o məntəqədə. Çünki dövlət gəldi, bir dənə proqram qoydu orada. Dedi ki, mən buranı dəyişdirəcəyim. Özü nə cür eylem edir? Kanada dövləti gəlirdi ki, burada bir yer var. Beləsi bir iş görür. Əvvəl özünün nəqşəsini qoyur. Mən metronun yerin altından çəkəcəyəm, yerin üstündən çəkəcəyəm. O mənim işimdir. O tamam. Yerin üstündə də yer vardı. Bunun bir ya sahibi var, ya dövlət sahibi. Deyir ki, bunu istir sata.
Deyirsən, hər adama satanmazsan bu yeri. Niyə? Deyir ki, mən burada filan ictimai, toplumsal müşkül var, problem var. Bu problemləri çözmək üçün bir yol axtarırıq. O mütəxəssisləri çağırır, ötürür ora. Gedin, axtarın, görün ki, bu problemlər ki, bu məntəqədə vardı, bu bölgədə vardı, bunları nə cür biz həll edə bilirik? Gedirlər, gəlirlər, baxırlar, deyirlər ki, məsələn, buranın bir dana iş mərkəzi lazımdır bura. Bura bir iş mərkəzi qoysaq ki, insanlar burada müşavirə elanmırlar. İnsanlar burada mühacirlər gəlir, qərələr gəlib, ağlar gəlib, İrandan gəlib, müsəlman gəlibdir, buranın dilini bilmir, gedib bilmir ki, neynəsin, gəlir burada qalır, bilmir neynəsin, bir-birləri ilə işləmək məcbur olurlar, o da çönür olur mafiya məsələ. Tamam, deyir ki, bura bir dana müşavirə mərkəzi qoyaq, müftə. Bu müşavirə mərkəzində 20 dana müşavir işləyəcəkdir. Bu adamlar iş axtarırlar, gedəcəklər ora, biz iş axtarırıq. Rezümə yazacaqlar ki, biz məsələn verərlər karxanalara, iş yerlərinə, dükana, bazara ki, biz iş axtarırıq. Orada bunlara yazacaqlar müftə. İstəyirlər dərs oxuyarlar, amma bilmirlər nə oxuyarlar. Gedəcəklər ora deyəcəklər. İstəyirlər bir iş örgəşərlər, amma bilmirlər bu iş var, yoxdur, hardadır, nə iş örgəşə bilərlər. Gedəcəklər ora, onlarla danışacaqlar, onlar bunlarla bir azmayışlar alacaqlar, deyəcəklər sən get filan işi sən yaxşı başararsan. Bu 10 dana işi sən yaxşı başararsan. Bunlardan hansını istəyirsən get filan yerdə, filan yerdə, filan yerdə bu işlər var. Müftəsini istəyirsən get filan yerdə, dövlət pullusunu istəyirsən get filan yerdə. Diqqət buyurursunuz. Şurayı şəhərin işi şəhərdarinin büdcəsini təsvib eləmək deyil. Bu şurayı şəhərin işi bu deyil ki, gələr deyə ki, mən mühəndisəm, mən döktürəm, mən sərmayədaram, gedəcəm şuraya, özümə yer alam oradan. Gələcəm burada building sazı eləyəm, bu apartmanlar düzəldəm. Neçə min dana deyəcəm, mən burada az maliyyət verəcəm şəhərə, məmləkətə. Bu deyil şuranın şəhəri. Şuranın şəhəri budur ki, şəhərin şurası budur ki, gərək fikir otaqları düzəldə. Bilirsiniz, ən böyük fikir otağı dövlət və məclisdir. Çünki məclisə gedən mütəxəssisdir. Baxın, məsələn, biz İran məclisinə mühəndisini döktür yığmışıq. Ya maşın mühəndisidir, ya saxtaman mühəndisidir, ya da döktürdür. Yaxşı, bu gedir orada uşaq müayinə eləyə, qəlbi müayinə eləyə, gedir orada beyin müayinə eləyə, təbim var, təbim yoxdur, sərətanı var, sərətanı yoxdur. Yox. Elə o qədər döktür bilmir siyasətdə neyniyə ki, məsələn, bəqqal da bilmir neyniyə. Zərgəl də bilmir neyniyə. Mühəndis o qədər bilmir, elə döktür də bilmir. Rəbti yoxdur. Onun üçün bu nümayəndə savadlı da ola, savadsız da ola, döktür də ola, mühəndis də ola, ya savad mütləqən savadı olmuyor. Gedəcək məclisə, məclisdə otaq, fikir otaqları qurulacaqdır. Komisyon ki deyirlər, hər komisyonun özü onlar, bəlkə yüzlər adam istihdam edir. Get filan projeləri təhqiq eləyin, gətirin, görək nə var, nə yox. Məsələn, nümayəndələr özləri oha deyirlər ki, məsələn, şikayət ediblər, gedəcək bazirəsə eləyək. Nümayəndə özü gedib bazirəsə eləmir, görək ki, məsələn, hesab kitaba baxım, görüm ki, filan şirkət düz eləyib ya yox. Bəlkə orada ki, məclis istihdam eləyibdir, onları göndərir ki, siz gedin təhqiq eləyin. Təhqiq o nizarət deyirlər, bazirət nizarət deyirlər, nə deyirlər İran məclisində. Gedirlər bəzi yerləri, eləyirlər, Xameneyin işlərini eləyə bilmirlər. Şəhər şurasının işi də budur. Kənd şurasının da işi budur. Kənd şurası, mənim suyum var, bərgim var, doğrudur, onu da görəcək. Təbii ki, onu da görəcəkdir. Təbii ki, şəhər şurası aşqalı da yığmalıdır. Təbii ki, qənovu təmizləməlidir. Amma bunun yanında bu şəhərin işsizliği var. Bu şəhərdə adamlar özlərini öldürürlər. Bu şəhərdə adamlar boşanırlar. Bu şəhərdə uşaqları qoyurlar, xiyabanda gedirlər. Bu şəhərdə qocaları qoyurlar, xiyabanda gedirlər. Bu şəhərdə qocalara, mərizlərə yer yoxdur. Bu şəhərdə bimaristanlarda pulsuz adamlar şey eləmirlər. Burada bu şəhər şurası mütəxəssisləri gətirəcəkdir, istihdam eləyəcəkdir, deyəcəkdir, mən proje verirəm sənə. Bu projəni burada get axtar gör müşkül nədir. Ona bir çarə tapaq bu şəhərdə. Fikir otaqları bunlardır dostlar. Biz fikir otağı deyəndə fikirləmirik ki, məsələn, fikir otağında otururlar, deyirlər ki, nə fikirləşək? Fikir otağının dalısında şəhər şurası durar. Fikir otağının dalısında milli sərmayədar durar. Milli sərmayədardan bir dənə misal vuraq.
Tehranda bir vəzir var idi, İshak Cahangiri. Bu 2 hafta burnu var. Burnuna gülmür o. Qiyafəsinə gülmür o. O burun bunu misal vururam ki, adamın qiyafəsinə baxmazlar. Bu fuqur vurur, üzün səqqəlin vurur, üz gözü təmizdir, burnu çıxdırdı, əməl eləyibdi, dodağı elədi belə. Buna baxmazlar. Adam durur, deyir ki, İran şəhriləri yığın gətirin bura. Sizə nə qədər pul lazımdır? Filan karxanada işləsən, istəyirsən 10 milyon al. Mən sənə verirəm 20 milyon. Ayva. Mən sənə verirəm 30 milyon. Mənim özümə dedim də, saatıma 10 tümən verir, 10 min tümən verirlər. Mən salamda sübdən axşamaza işləyim bir ay 64 min tümən alırdım. Amma o mərkəzdə məni istihdam eləmişdi, saatıma 10 min tümən verirdi. Mən gündə 2 saat keçsəydim, gündə 20 min tümən alırdım, gəlirdim evə. Almırdım ha, ay başı çək göndərirdi. Dalısından getmirdim. Özdə işim nə idi? İşim buydu. O məqalələr yazıblar, onu oxuyan, bunlara deyəm ki, bu məqalə, məsələn, ədəbi iradları budur, fikri iradları budur. Mən orada onlara dedim, bunun fikri iradı var. Burada məntiqi, elmi, təhqiqi iradı budur. O zaman yadıma gəlir. Tamam təmərküz buyurdu ki, nə cür bir vergi, maliyyat, nə cür məsələn dövlət maliyyatla ayaq üstə dursun, nəftinə yox. Onlar bizi istihdam eləmişlər ki, bunu nə cür araşdıraq, tapaq ki, İran dövləti, məsələn, hesab eləyin də, məsələn, bir gəmi nəfsazsa, məsələn, 1 milyon yox, deyək ki, məsələn, 100 min dana fوق lisansın döştüranın 3 ilinin, 5 ilinin hüququnu verər. Təhqiq eləyərlər. Amma onlar əcələləri də yox idi. Deyir ki, biz yavaş-yavaş təhqiq eləyəcək, bir 5 ilin içində, 10 ilin içində açılacaq bizə ki, biz nə cür milləti razı eləyək, məsələn, dükanlar gətirsinlər maliyyatı, nə cür eləyək ki, hamı əvvəl dükanlar versinlər, iş yerləri versin. Ondan sonra yavaş-yavaş bunları nə cür aparaq adamlara. O bir şeydir. Məsələn, bu İran şəhri nədir? Bu dedim adın ki, çəkdim vəzir idi, vəziri məskən şəhərsazı idi, filan idi. Bir zaman da istirdi rəis cümhur Cahangir, İshak Cahangiri. Məsələn, bunlar nə etdilər? Çağırdı bir 50 nəfər. Bu Təbatəbai var idi, Təbrizdə öldü getdi Amerikada. Seyyid Cəvad Təbatəbai. Bunu da qoydular onun başına. Danışqahda bunlara yer verdilər. Bunlar ki, o adam yetişdirdi. Yəni o rəhbərləri idi, yəni o sistemin başında idi. Niyə o çox eşidildi? Çünki sistemin başında idi. Ya yuxarı pulu alınırdı. Fikir eləmirsən, ayda 100 milyon ona pul verirdilər. Ya məsələn 10 min dolar, 20 min dolar pul verirdilər. Çünki Amerikada 10 min dolar, 20 min dolar çıxartmaq bir mahal işdir, çox ağır işdir. Çox hər adam 20 min dolar ayda çıxara bilməz. Amma əgər siz bir dana, mən bunu dəfələrcə demişəm. Məsələn bizim milli sərmayədarımız olsa, gəlsə Amerikada mən bunu şeylərəm. Yəni gəlsin mənə desin ki, İnsaf Əli, sən mənə 5 dana ustad danışqah görsət, ya 10 dana ustad danışqah görsət, ya bir dana mərkəzi təhqiqat elmi görsət ki, mən onlara ayda 20 min dolar versəm, onlar Azərbaycanı tarixdə İranın üstünə keçirtməyi başararlar. Kuruşu bir ilin içində altında gətirirlər yerin altına, deyən 20 dana kitab yazdılar ki, kuruş yalan idi. Mədarişi gedərlər, axtarırlar, çıxarırlar ki, hangi ildə kuruşu yaratdılar, hangi ildə Firdevsini yaratdılar, hangi ildə Şahnaməni yaratdılar. Amma ona nə lazımdır? 1 milyon dolar pul lazımdır. O 1 milyon dolar apararsan, verəsən 2 dana mərkəzə, deyəsən ki, burada mən bu 1 milyon dolar veririk, onlar da deyəcəklər, biz sizə nə xidmət eləyə bilirik, bu biz istirik, bu təhqiqi görəsiniz bizim üçün, bu təhqiqləri görəsiniz. Bu haqda 3 dana, 5 dana kitab çıxa burada. O da 4-5 dana mütəxəssis çağıracaq, deyəcək ki, otur bir dana kitab yaz ki, yol, bu da sənin 100 minin. Kitab yazacaqlar, düşəcəklər eşiyə və olacaq mənbəyi dərsi və səs salacaq dünyada. Yəni o mərkəzlər elə mərkəzlərdir ki, onlar səs saldırarlar, onlar dünyada səs saldırarlar. Biz İshak Cahangiri dövlət deyildi, şəxsidir. Pul yemişdi, bizim də Pezişkiyan da pul yemişdi. Nəydi o vəziri məskən şəhərsazi Türk? O da pul yemişdi. Niyə o Azərbaycan üçün aşmadı, bu aşdı? Çünki onda İrancı, farsçı şuur var. Sağ ol əziz dostum, təşəkkür edirəm. Çünki onda milli şuur var, İrancılıq şuuru var. Amma bizim sərmayədarımızda milli şuur yoxdur.
Çünki bizim sərmayedarımız milli sərmayedar deyil. Bizim sərmayedarımız istismar sərmayedarıdır, sümürgə sərmayedarıdır. Nədir? Yəni deyir ki, mən fəqət bu Azərbaycanın havasını kirlədəcəyəm, suyunu kirlədəcəyəm, suyunu işlədəcəyəm, filanı işlədəcəyəm, adamını işlədəcəyəm. Azərbaycan millətinə hissat verməyəcəm, Azərbaycan tarixinə hissat verməyəcəm, Azərbaycanın gələcəyinə hissat verməyəcəm, Azərbaycanın fərhənginə hissat verməyəcəm. O Polad bəy ki vardı, gəlib də Azərbaycanda bəzi işlər görür. O Azərbaycandan gəlməyib, Türkiyədən gəlib. O Azərbaycanda sərmayedar olmayıb, Türkiyədə sərmayedar olmayıb. O milli sərmayedar olmağı, Azərbaycanlı olmağı bilir. Amma məsələn Təbrizdə o karxanalar ki var indi, adlarını çəkdik, maşın karxanası, traktor karxanası, dava karxanası, mədənlər, yüzlər mədən, yüzlər maşın, yüzlər şüşə, yüzlər batırı, yüzlər filan. Yüzlər tacir, yüzlər böyük şirkətlər, varidat, sadirat eləyənlər. Bunlar milli deyirlər. Bunlar milli sərmayedar olmayıblar. Bu da bizim zəifimizdir. Biz gəlmişik insanlarımızın kasıbların üstündə işləmişik. Amma dövlətlərin üstündə işləməmişik. Sərmayedarların üstündə işləməmişik. Bu bizim zəifimizdir. Biz şəhər şuralarının üstündə işləməmişik. Bu bizim zəifimizdir. Şəhər şurası gərək məsələn əvəzin ki, agəhi versin, demirəm verməsin, o da versin öz. Amma gələ bilər 10 dana, 20 dana otaq, fikir otağı düzəldər. Bu şəhərin mənim nəcür adamlar buradan köçməsin. Nəcür ayrı şəhərlərdən, ayrı məmləkətlərdən bura pul gətirim. Nəcür burada məsələn su az işlənsin. Nəcür burada göyərənti çox olsun. Nəcür mənim şəhrimdə tamam ağaçlıq olsun. Köllüklərim ağaçlıq olsun. Nədir mənim şəhrimdə insanlar boşanmasın? Nədir mənim şəhrimdə insanlar dava eləməsin? Nədir mənim şəhrimdə polislə insanlarımın arasında ixtilaf olmasın? Nədir mənim şəhrimdə, bunlar sənin şəhrindir. Bu bizim şəhrimizdir. Amma biz bunu işləməmişik dostlar. Bu bizim özümüz aran. İndi əlan burada 5 nəfər biz adamıq, 6 nəfər adamıq. Bir dənə otağı fiş düzəltməliyik. İndi dalımızda İshaq Cahangiri yoxdur. Doktor Pezişkiyan yoxdur. Filan kəs yoxdur. Amma özümüz şey eləyə bilərik, işi bir yerdən başlayaq. Məsələn, mən bunu eləyə bilərdim, başlamayam. Bax, bu gün eləyə bilərdim. Çox da yorulmuşdum, bimaristanda da gəlmişəm, dava da vurublar, vəziyyətim də çox ağırdır. Yəni, oturmağa, danışmağa halım yoxdur. Amma eləyə bilərdim, bu gün gəlməyəm, yatam. Belə bu sözləri deməyəm. Bir də gəldim, bunu dedim, 4 nəfər bunu eşidək. Sonra deyək, vaqən ha, biz Şuri ilə danışsaq, bir dənə şəhərin xəşinlik, xəşin, acı, acımasız, əsəbani ruhiyyətini azaltmaq üçün bu ruh təhqiqatı düzəltsinlər, bir fikir otağı düzəltsinlər. Bir dənə Təbriz Şurasının, burada hər şəhrin bir dənə otaq şey olsun ki, nədir bu şəhərdə adamlar az əsəbani olsun. Buna onlar mütəxəssis lazımdır. Onlar. Yəni bəlkə 100 rəvanşinas lazımdır. 4 dana, 5 dana, 10 dana rəvanşinas. Toplumsal rəvanşinas lazımdır. Psikolojik. Bu bəlkə 10 dana. Toplumsal elmlər lazımdır. O qədər. Buna mühəqqqiq lazımdır. Bəlkə 3 dana, 4 dana. Buna davranış mütəxəssisi lazımdır. Rəvankav lazımdır. Hipnotizor lazımdır. Dostlar, mən neçə gündür fikirləşirəm. Şah zamanı biz uşaq idik. Amma savadımız da az idi, amma yavaş-yavaş başlamışdıq kitab oxumağa. Mən o zaman başladım yavaş-yavaş hipnotizmə görə oxumağa. İnqilab oldu. İnqilabdan sonra da savadım biraz çoxallaşdı. Yəni sinnim gəldi 14-ə, 15-ə. Yavaş-yavaş başladım kitab oxumağa. Getdim. Bir dənə adamı tanıdıq. Kabuk adında. Şaban Tavusi özünə ad seçmişdi Kabuk. Bu Kabuk'la kitabları ilə tanış olduq. Hipnotizm, hipnotizm, filan, bəhman filan. Durdum, getdim ofisinə də Tehranda pul xərclədim. Getdim ora, onu gördüm filan, bəhman. Xoşum da gəlmədi. Adamdan zəhləm getdi. Amma o adamın bir iddiası var idi. Deyirdi ki, mən radyo, televizyondan mənə icazə verin. İran insanların hamısını radyo, televizyonda hipnotizm eləyim, hamısı maşın kimi işləsinlər gecə gündüz. Hamısı məsələn demokrasi nəzri olsun falan, hamısı mən bunları eləyim. Mən öz-özümə bəzən deyirəm, bəlkə bu cür bir adamlar bizi radyo, televizyondan İranda hipnotizm eləyiblər. Eləyirlər hər gün.
Sorudur, soruşuram. Və bəiddir görmürəm. Məsələn, onun üçün deyirəm, şəhərdə bəlkə bir hipnotizm şeyi lazım olmalıdır, mərkəz olmalıdır ki, o təhqiqdə gələ deyək ki, biz adamları bir 50 nəfəri şeydir, bunları hipnotizm eləsək, bunlar şəhərdə xuşunətin azaltmağında neyləyə bilərlər? 1000 nəfəri, 10.000 nəfəri, 100.000 nəfəri gəlirlər sinamiyə, gəlirlər seminarlara, gəlirlər musiqi, teatra, fulana, bəhmuna. Bunları hipnotizm eləsək, məsələn, nə olar? Məsələn, düşünürəm, demirəm. Əlbəttə, hipnotizm, məsələn, Kanadada bəzi şeylər qadağandır. Siz eləyə bilməzsiniz. Məsələn, hipnotizm eləyəsiniz, adam sizə təslim olar. Adam pulunu alasınız. Adam filan eləyəsiniz. Bunu eləyə bilməzsiniz. Yəni, qadağandır və böyük ağır mücazat vardır. Amma məsələn, nə bilim, yəni müxtəlif elmlər vardır, təhqiqlərini gətirib yanında işlədə bilərsiniz təhqiqdə. İndi dostlar, farslar bu işi görürlər. Bu işi görürlər. Yəni məsələn, dəmirçidir. Dəmirçi deyəndə çıxılı dəmirçi deyil, bir şey məsələn, qapı pəncərə düzəldir. Yox. Zobahənin İsfahan Zobahəni ki vardı. Əlbəttə bilirsiniz, İsfahanda dəmir fabrikalarının sayı dünya fabrikalarından çoxdur. Dünyada Çin kimi məmləkətin, Hind kimi məmləkətin, Amerika kimi məmləkətin dəmir əritmə çərxanalarından çox İsfahanda dəmir əritmə çərxanası var. Bunlarda suya ehtiyacı var. Niyə aparıb bunu suyun qırağında qoymayıblar? Niyə məsələn gətirirlər bunu qoyurlar Ürümü gölünün qırağında? Ürümü gölünü qurutmaq əvəzinə suyun işlədilər bura. Qoyurlar Arazın qırağına. Qoyurlar Cığatay çayının qırağına. İşlədilər. Amma Ürümü gölümüzü qurutmayırlar. Amma aparıblar yığıblar İsfahanda suyu yoxdur. Dünyanın suyunu gərək apararlar ora. Dövlət dəmiri $100 satsa onun subsidini verə bilməz. Çünki onun benzininə subsid verir, maşınına subsid verir, ranəndəsinə subsid verir, suyuna subsid verir, bərqinə subsid verir, qazına subsid verir, mazotuna subsid verir. Hər şeyinə subsid verir, onlar bunu satırlar, pul qazanırlar. Tamam, mən dövlət mənə də hər nə mənəmi verəndən sonra tamam qazancı olar da mənə. Hünərdir ki, necə məsələn Amerikada karxanaların hamısı bir şəraitdədir, o da elə həman şəraitdə işləsin, görək o nə qədər sud verə bilər. O görək Təbrizdən misi gətirə bilər ora, orada onu suyun da bir ayrı yerdən gətirə, bunların hamısının pulunu verə, suyun da pulunu verə, bərqin də pulunu verə, hər şeyinin pulunu verə, həm də rəsmi qiymətə ki, mən verirəm, o da verə. Verə görək ki, bu subsid olmasa bu karxana məsələn bir aydan sonra gələr Azərbaycandan ora bir kamyon şey yaparsın, çünki zərər içindədir. Sən subsidi verirsən onlara, fars karxanalarına, o da gəlir deyir, tamam, mənə müftə gəlir, bu torpaq müftə gəlir, maşının qazı da müftə gəlir, maşının ranəndə işçi də, o da müftədir, o da bir şey deyil. Suyu müftə alıram, bərqi müftə alıram, qazı müftə alıram, mazotu, nəfti müftə alıram, qazolu müftə alıram. Tamam da mənim bir dərdim yoxdur ki. Hamısı mənfəətdir. Yəni dövlət sizin cibinizdən, mənim cibimdən çıxardır, verir dəmir çərxanasına, mis çərxanasına. Və deyir ki, onlar mənfəət edirlər. Xeyr, onlar mənfəət eləmirlər. Onlar bizim kamilən bu milləti hər iki tərəfdən somurursunuz. Həm bizim torpaqlarımızı, qaynaqlarımızı somurursunuz, həm də cibimizdən pulumuzu çıxardırsınız, verirsiniz onlara. Bərqi biz baha-baha pulun veririk, qazın baha-baha pulun veririk, amma onların pulun veririk, yəni karxanaların pulun veririk. Dostlar, indi biz yenə qeydaq sözümüzə. Milli sərmayedar nədir? Milli sərmayedar dedik, o adamdır, o adamlardılar ki, deyir ki, mən özüm bilindirməyəcəm ki, mən Azərbaycancıyam, millətçiyəm, istiqlalçıyam, federalçıyam, mən yox, bunları bildirməyəcəm, mən siyasətçisi deyiləm. Gələcəkdir, Həsəni tapacaq, deyəcək Həsən, heç kəs bilməyəcək, mən sənə pul verirəm. Sən getginə bir 20 nəfər istihdam elə, pullarını sən verəcəksən, bu işə girin. Nəticəsində mənə verəcəksən.
Hər 15 gündən 15 günə, hər 10 gündən 10 günə, hər 20 gündən 20, hər ayda bir dəfə mənə gələcəksən. Burada deyəsən ki, bu adam istihdam elədiyin hər adam nə iş gördü? Nəticəsi alacağam ay başı. Hər ay başı nəticəni alacağam. Bu da veb saytınız, girin veb saytınızda düzəldin, hər şeyiniz orada yazın. O bizim bir müşkülümüzü həll etməyə çalışar. Toplum, dostlar, milyonlar məsələsi var toplumun, hər toplumun. Və hər bir milli, bunu indi misal vururum ki, Kanadadan dedim, mən Kanadada olduğum üçün. Burada bir dənə şirkət var, çox böyükdür, əzim. Necə McDonald'ı hamı tanıyır da, dünyada fikirə bilirlər ki, bir dənə coffee shopdur əslində, amma sandviç də verir, filan da verir, bəhman da verir. Dünyanın hər yerində var, nuşabəsi məşhurdur filan. Bir dənə onun Kanada versiyonu var, Kanada rəqibi var, adı Tim Hortons. Bu Tim Hortons'da neçə 100 dana, bəlkə neçə 1000 dana Kanadada, Amerikada da başlayıb şöbəsi var. Bu deyir ki, mən Kanadalıların pulunu çıxartıram. Hər dükkanda da 10 nəfər, 12 nəfər adam işləyir. Ən azı hər dükkanda bir shiftdə 10 nəfər adam işləyir. Bəzi dükkanlar vardır ki, 2 nəfər işləyir. Çünki məsələn 4 metr, 5 metr içəlikdadır. İçəridə 2 nəfər fəqət orada dolaşır, maşınlar oradan alırlar, gedirlər. Bu çox azdır. Mən görmüşəm, çox azdır. Məsələn Torontoda bəlkə 3 dana ya 4 dana beləsi bir şey var. Çox deyil, yəni çox deyil. O halda ki, bəzi məhəllədə mümkündür 10 dana belə Tim Horton olar. Tim Horton əsli furuşqaqlardan biridir. Hər yerdədir. İnsanlar da ciddilə orada otururlar, saatlar otururlar. İnternet də müftədir, Wi-Fi. Gedirlər, otururlar orada, işləyirlər. Əslən adam gedir orada işini görür. İşin Tim Horton'da görür. Sübdən axşam bir dənə qəhvə içəcəkdir. 2 dolar, 1 dolar yarım və 2 dolar verəcək bir dənə qəhvə içəcəkdir. Sübdən axşam oturur orada internet işlədir. Heç kəs ona demir, sağ ol, getdi, xoş gəldi. Bu Tim Hortons deyir ki, mən Kanadalılardan işlədirəm, pul qazandım. Hər dükanımda 10 nəfər, 12 nəfər adam işləyir. Saatına 15-16 dolar verirəm. Bu 15-16 dolar saatında eləyir, məsələn, 200 dolara yaxın pul eləyir. Bunu mən verirəm bunlara. İş yazatıram. Yəni, hamı işləyir. Azdan çoxdan pul qazanırlar. Azdan çoxdan. Bir də maliyyət də verirəm dövlətə. Bu da bir tərəfdən. Bir də bir iş görür. Deyir ki, mən bura bir sandıq qoyuram. Uşaqları yayda göndərəcəyəm kəmpə. Mədrəsə uşaqların. Məsələn, bu şəhərin uşaqların hamısını göndərəcəyəm kəmpə. Hərəsi 20 gün, hərəsi 10 gün. Uşağın 13, 12, 11 yaşı var, 15 yaşı var. Deyib, dədənələrlə deyirlər ki, mədrəsə tərəfindən deyirlər, bu demir. Müəllimlərlə bərabər uşaqları gedəcəklər filan şəhərə. Bu şəhərdən çıxacaqlar ki, məsələn, fərz edin, Torontodan gedəcəklər Ottavada 500 kilometr uzaqda, ya gedəcəklər çöldə kəmpə. 5 gün gedəcəklər kəmpə. Bu uşağın yemağın, içmağından, filanından, bəhmanından nə qoyacaqsınız, qoyun, özü istədiyin. İstəmirsə biz orada bir sandviç verəcəyik bunlara. Amma o yeri biz kirayə eləmişik bunlar üçün. Orada dolanmaqları, şeyləri bizim ayağımızadır. Aparırlar bu uşaqları illə bir 10 gün bu uşaqların hamısını növbətinin aparırlar, dolandırırlar. Uşaqların ruhiyyəsi açılır. Mədrəsədən eşik bir mühitdə yekəlirlər. Dolanırlar, ailədən uzaqda olurlar, bir ailəyə həsrət qalırlar. Bu Kanadada bir siyasətdir, ailə həsrəti çəkdirmək. Deyir ki, ər-arvad ya qız oğlan ki, bir-birindən oğlan dostu, qız dostu olurlar ya evlənirlər. Bunlar gecə-gündüz bir-birlərindən qalmamalıdır. Çünki yorulurlar. Adam bir-birini çox görəndən sonra ürəyi dolar, zəhləsi gedər. Yorulurlar, bu qiyafətən yorulurlar. Dünən gördüyüm adamdır da, bu nə fərq eləyəcək? Elə həmin dünən də tumanından oturmuşdu, bu günlərdə. Dünən də tərköylə oturmuşdu, bu günlərdə. Elə həmandır. Heç bir əndizə, bir taza bir şey yoxdur bu adamda ki, məni məsələn özünə çəksin. Gündə getdikcə də köhnəlir. Eyni məsələn köhnə şey kimi, paltar kimi geymişəm, çıxartmışam, atmışam yerə. Yerdə də buruşlar, hər gün çox ayaq altında qalır, buruşullaşır, qırcılaşır. Gözdən düşür. Tazasını almalıyam. Taza arvad alım, taza ərə gedim, taza oğlan dostu tutum, taza qız dostu tutum deyir. Nə edir dövlət deyir ki,
Gəlin ildə çıxın gedin məsələn Kanadada bu yayılğındır. Məsələn kişi işin vəsətində mən gedirəm Kubaya. Durur 5-6 gün gedir Kubaya. Gedir ayrı bir məmləkətə. Gedir bu şəhərdən çıxır. Arvadı qalır burada, özü çıxır gedir. Bir 10 gün getdi. 10 gün isə arvadın bir həsrətini çəkir. Uşaqlarının bir həsrətini çəkir. O evin bir həsrətini çəkir. Mən onu niyə tanımamışam? Niyə bir özü ilə bu 10 gündə bir xəlvət edir. Oğlum mənim nə yaxçı arvadım var imiş, nə yaxçı mənə dözürmüş. Ya filan bəhman gəlir arvadının qədrini bilir. Bir 2 ay qalıb qalmayıb da arvad gedir müsafirətə. 10 gündə arvad tək qaldı. Ay mənim balalarım, ay mənim uşaqlarım, ay mənim özüm, ay mənim ərim, ay mən necə məsələn o ərim necə salmışdım ayağımın altına, ayaqlırdım, heç xəbərim yox idi ki, nə ərzişli bir şeydi. Ona ürəyi darıxır ərinə. Mis elir burada deyirlər. Yəni onu darıxır, ona elə bir itiribdi. Bir dənə bir var gəlir dolaşır onun boynuna. Mən səni 10 gün arvad da kişi də mən səni 10 gün görmədim, bildim ki, səni əldən versəm nə olar mənə. Biz də arvadı alırıq, bir yerə gedəndə də özümüzdən aparırıq, gələndə də özümüzdən gətiririk, yatanda da özümüzdən, duranda da özümüzdən, bizdən özümüzə onu bağlamışıq. Bir-birimizdən irgənirik belə. İrgənirik. Tərindən irgənir, iyindən irgənir. Elə həman adamdır, gecə yatanda həman idi, səhər yatırsan həmandır, biraz da bədəxlaq, işsiz olanda da yat pis. Tamam, ayaq altında qalıb bir-birini, dedim köhnə paltar kimi düşür, qalır ayaq altında. Kişi arvadı nə yağın altında? Arvad da kişi nə yağın altında? Onun üçün görürsünüz ki, niyə? Çünki 20 ildir, 30 ildir evlənibdir, bir 10 gün ayrı qalmır. Görürüm, adam gedim bir istirahət edeyim axı. Bir zehnim bir rahat. Gəlsin bir 10 gün bunun qiyafəsini görməyeyim. Bu nəhs qiyafəni görməyeyim. Uşaqlar da bu cürdür. Uşaqlar da ailədən bir ayrıq, 10 gün getsinlər, tək qalsınlar, görək nə olur? 10 gün uşaqları aparırlar çölə, dağa, başa, dolansınlar, bir təbiəti görsünlər, bir filan olsun. Dədənənə bəlkə apara bilmədi. Amma bunu Tim Horton aparır. Niyə? Deyir ki, mən bu millətdən pul alıram. Mənim sərmayəm bunlardan gəlir. Mən bunlara bir şey verməliyəm. Biri də vardı, elə həman Tim Hortonun bir dənə də ayrı proqramı var. Deyir ki, bir dənə dəxildir qoy bura. Deyir ki, bura hər nə qədər pul tökülsə, 1 qatı, 2 qatı da mən verəcəm. Nəyə? Sərətan tutan uşaqlara. Uşaqlar var, xərçəng xəstəliyinə tutulublar. Hər nədən dolayı. Deyir ki, mən buranın üçün milli sərmayədarıyam. İlin başınacan. Bura 1 milyon tökülsə, mən də 1 milyon, 2 milyon qoyacağım üstünə verəcəm uşaqların mərisxanasına. Diqqət buyurursunuz. Hər 1 dolara 1 dolar mən verəcəm. Hər 1 dolara 2 dolar mən verəcəm. Yəni, məsələn, çox adam, mən bunu çox görürəm. Burada bir mağaza var, 2-3 dənəsi. Məsələn, Walmart. Məşhurdur, Amerika şirkətidir, fikir edirəm. Ya məsələn, bu prezidensial nədir, özünün 7-8 cürə adları vardır. Mağazadır, böyük bir kompanidir, bir adamdır. Adam 15 dənə rəqib düzəldib özü. Adam eşidən bilməyən deyir ki, bu mağazalar bir-birindən rəqibdirlər. Və təbliğatlarda rəqibdir. Məsələn deyirəm. Məsələn, əti satır, bu deyim, adlarını deyim də. Məsələn, bir dənə Superstore var bu mağazanın. Bir dənə No Frills-i var, bir dənə Food Basic-i var, bir dənə nəyi var? 5 dənə, 6 dənə mağazası var. President Choice var. Bu cürsü 5-6 dənə bu cürsü mağazası var. Adları fərqlidir. Və hamı deyir ki, bunlar bir-birinə müxalifdirlər. Rəqibdirlər, bir-birinə yıxacaqlar. Görürsünüz ki, bu həftə məsələn deyirəm, No Frills yazıbdır ki, ətin kilo məsələn 8 dolar. O birisi eləmişdi 8 dolar. Bu elədi 8 dolar, 11 dolara qalxıbdı. Əslində müştərini bu mağazadan o mağazaya göndərmək də siyasəti var. Amma o gəlir nə edir? Deyir ki, bura böyük bir qardon qoyublar, ya böyük bir qutu qoyublar, yekə. Adam girsə içinə çətin görsünüz. Deyir ki, hər nə qədər adam bura vəsail alıb qoysa, biz də o qədər vəsail alıb qoyacaq ya pulun verəcəyik. Nə edirlər? Məsələn deyirəm, Həsən gedir o mağazadan bir şey alır. Mən Kanadalılar deyirəm, İranlılar üçün bu işi görməzlər, ona görə ya da az görərlər. Kanadalılar bu cür edirlər. Gedir oradan məsələn özünə bir qablama alır. Mağazadır, bir pət alır, bir yastıq alır, bir
ləhafə alır, bir köynək alır, bir kitab alır. Bir dənə də onun tayını alır. Deyir ki, Kanadalı beləsi düşünür. Milli adam beləsi olur. Baxın, milliliği örcəşək. Deyir ki, mənim əlim ağzıma çatır. Bu yastığı aldım. Bu köynəyi aldım. Bu başmağı aldım. Bu kitabı aldım. Bu meyvəni aldım. Bu toyuğu aldım. Bu əti aldım. Bu yer almanı aldım. Bu soxanı aldım. Və hər nə mənə alır da. Aldım. Keki aldım. Bəlkə bir adam var bu məmləkətdə ki var. Yumurtanı ala bilmir. Toyuğu alanmır, əti alanmır, yer alma alanmır. İşi yoxdur, gücü yoxdur. Bəlkə bu uşaq vardı, kitab alanmır. Bəlkə bir böyük var, kitab alanmır. Bəlkə biri var, nə bilim, filan şeyi alanmır. Mən bunu bir dənə də izafə alım, vərşikəs düşmərəm. Qoyum o qutuya, o cessin, biri giysin bunu. Mən o səvinəndə mənim ruhum şad olsun. Çünki hər kəs səvinəcəkdir. Biri 1 kilo buradan ət aparsa evinə, ki məsələn zoru çatmır, çox adam var, zoru çatmır, vaqiiyyətdir. Kanada bu cür deyək ki, hamı rifahda olsun. Elə adamlar var ki, ac qalır. Xüsusən bu koronadan bu üzə qiymətlər çox əcib gedib yuxarıya, çox əcib. Və insanların gəliri həmandır ki, koronadan qabaq idi. Onun üçün də zoru çatmır ağzına. Məsələn, ət qabaqdan alırdı kilon 6 dolara, indi 13 dolara tapılmır. Yəni 13 dolar aşağı ucuz olanda mən özüm məsələn şükür edirəm ki, Allah 13 dolara ət var, gedim bir 10 kilo alım gətirim qoyum, bunu məsələn bir ay yeyərik. Çünki dondururuq, yeyərik. Çünki çox bahadır, zor çatılmır. Vaqən deyirəm çatmır zor. Bir yol gətirir qoyur bu şeyə, qutuya. Hər nə mənə ki alır ondan özünə, bəzi insanlar bu qədər millidirlər, bu qədər insan sevərdilər. Baxın, humanist, mən insansıyam, human right'am, insan haqları da istəyəm. Onlar sözlə olmaz. Burada yaşadır sənə. Yaşadır. Pənahəndiyə də belə yaşadır. Məsələn, görürsən ki, meyvə aldı, bir dənə izafə alır, gətirir qoyur ora. Məsələn, öz uşağına paltar alıbdı, şokolad alıbdı, ondan bir dənə də alır ki, bir ayrı uşaq ola bilər. Gətirir qoyur o qutuya. Axşam başı bir dənə bir şirkət var. Hər, məsələn, müsəlmanların da var idi, qeyri-müsəlmanların da var idi. Hər məhəllədə var. Adına food bank deyirlər. Food bank. Yemək bankı. Pul bancı var, banca pul qoyursunuz. Bir dənə də food bank var. Bax, orada pul qoy, çörək, yemək filan, paltar, şirni, hər nə ki millət qoyub o. Gətirir ora, onları yığır qutularına, qoyur ora. Hər kəs ki o gün gələcək ala, taza deyir ki, bu sən apar, bunu da sən apar, bunu da sən apar. Yığıb qutulara, adamlar gəlirlər, oradan götürürlər, gedirlər. Ad yazdırıbdır, mənim gəlirim yoxdur, azdır, yetişmir. Məsələn, ayda ərim özüm işləyirəm, 2 dənə də uşağım vardı. Məsələn, kirayəmiz 3000 dolardı, gəlirimiz 4000 dolardı. Biz yetişmirik. Tamam, deyir ki, sən şey eləmə. Get buradan götür, get. Gedir oradan götürür, gedir. Milli düşünmək dostlar belədir. Yəni milli dediğiniz adamda mən millətimi düşünürəm. Budur ki, mən millətimə nə edirəm? Milli sərmayədar beləsi olmalıdır. Milli sərmayədar deməlidir ki, mən bu millətə bir xidmət eləməliyəm. Ən böyük xidmət bu günləri Azərbaycan millətinə fikir otağı yaratmaqdır. Fikir otağın bir dövlət yaradar, bir təşkilatlar yaradarlar, bir də sərmayədarlar yaradarlar. İndi bizim mütəəssifانə dövlətimiz yoxdur, təşkilatlarımız ziddi türküdür, sərmayədarlarımızın da %99'u ziddi türküdür. İrancıdırlar və sümürgəçidirlər. Yəni o pulundan məsələn nə düzəldirsən? Xeyriyyələrə görə mən rapor oxudum bir nəfərdən, bir nəfər ki bu xeyriyyələrin dalısında idi, təhqiq eləmişdi. Ondan bir danışdım. Yəni qorxunc. Deyir ki, adam deyir bir mədrəsə düzəldəcəyəm. Mədrəsə düzəldir, xəyyirdir. Herfeyi xəyyirlərdən danışıram, amma bəzi xanımlar, ağalar ki, vəsiyyət eləyiblər, pulumuzu verin bunlara, onlardan danışmıram. Herfeyi xəyyirlər var. Bu deyir ki, mən bu mədrəsəni düzəldəcəyəm, dövlətə deyir. Başlayır,
yerini alır məsələn. Mən bunu düzəldəcəm. Tamam, yaxşı. Falan icazəni ver mənə, falan yerdən falan varidat eləyim, falan bunu eləyim. Eləməyəndə də deyir ki, mən işləmirəm, qaldı. Yəni giroqan tutur. Yəni özünə o rant istəyir. Rant istəyəndə deyir olmur. Deyir ki, mən burada məsələn bir 10 milyard, 20 milyard, 50 milyard, 100 milyard xərcləyəcəm bir mədrəsə deyirəm. Nə bilim, hər nə qədər 500 milyard. Düzəldəcəm bir mədrəsə düzəldəcəm. Amma məsələn dövlətdən bir 300 min milyard pul istəyir. Yeyir yəni. Mənə bu icazə ver, milləti somurum. Mənə icazə vermirsən 200 dana saxtıman tikim. O Təbrizdə o şey məşhurdur da, Şuray şəhərdə danışdı. O nə mən idi? Gedib şimalda hotel düzəldir ha. Millət qoyur ki, mən Təbrizdə sərmayə qoyurdum. O deyir ki, mən nənəmə bir saxtıman düzəldəcəkdim. 250 metr, 300 metr, 5-ci təbəqədə, 6-cı istədim, üstünə bir təbəqə izavə versin. Şuray şəhər vermədi, mən küstüm getdim şeyə. Rəsmən o ələnən deyir ki, mən rant istədim, rant vermədilər. Məncə Təbrizdə iş qoyacaqdım, onu vermədilər, mən küstüm. Sən milli deyilsən ki. Milli odur ki, dövlət deyər ki, sən burada qoymayacaqsan, deyərsən, mən illa bu villa burada yatırdacağam. 10 metr gedirəm o yüzden orada yatırdacağam. O olmadı, bu şəhər olmadı, o şəhərdə. Təbrizdə qoymursan, gedəcəm Əhərə. Əhərə qoymursan, gedəcəm Kələybərə. Kələybərə qoymursan, gedəcəm Muğana. Muğana qoymursan, gedəcəm Meşkinə. Meşkinə qoymursan, gedəcəm Ərdəbilə. Ərdəbilə qoymursan, gedəcəm Urmiya. Urmiya qoymursan, gedəcəm Xoya. Xoyda qoymursan, gedəcəm Zulfiyə. Bir yer tapacaqsan. Amma milli olmayan nədir? Elə sən get Simnona gözümüzdə. Getdi Simnona. Sən şimalda sənə yaxşı fürsət var. Təbrizdə mənə demədilər ki, gedirəm mən şimalda. Yəni, buna milli deməzlər, dostlar. Milli düşüncə odur ki, deyəcəksən ki, mən nə iş görsəm bu millətin mənfəətinə çıxarınadır, nə iş görsəm bu millətin zərərlədir. Əgər mənim 1 tümən pulum var, 1 tümən, 1000 tümən, milyondan danışmıyorum, 1 tümən. Bu 1 tümənlə istəyirəm bir şey yerbəyer eləyəm. Əgər bu şeyi türk cinsi alsam, Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin, Həmədan, hər yer ki türk malıdır, o şəhrin malını alsam, ən yaxşısı bu ki, öz şəhrimin malını alam. Yəni mən məsələn deyək Kəleybərdiyəm, ən yaxşısı budur ki, deyəm mən burada Kələybərdə nə var, fəqət bunu alacağam. Çünki bu şəhrin insanları mən gərək gücləndirəm. Dostlarla o gün dedim, əslində bizim milli düşüncəmiz səhvdir. Biz şəhərçilik eləməliyik. Çünki milli düşüncə şəhərə dayanır, kəndə dayanır. Sən öz kəndini abad eləyəcəksən ki, milli düşüncə vətənin abad olsun. Əgər sən öz kəndini abad eləyə bilməsən, öz kəndinə təəssübün yoxsa Azərbaycana təəssüb eləyə bilməzsən, yalandır. Sərmayən durar gedər o tərəfə. Əgər sənin şəhər şurasına zorun çatmır ki, karxananı burada qoyarsan, gəlirsən İsfahanda qoyursan, səndə milli düşüncə yoxdur. Milli düşüncə. Budur ki, deyək, mən demirəm mən milli düşüncəliyəm. Çünki çalışıram milli düşüncəli olan. Baxın, 2 fərqi var. Bir var ki, mən iddia edirəm ki, mənim milli düşüncəm var. Bir də var deyəm ki, mən milli düşüncə sahibi olmağa çalışıram. Məsələn, mən famillərimizi deyirdim ki, mən burada işləyən zaman ayda bir 100 dolar göndərim, siz bir ağac alsın, aparın dağlarda əkin. Dağlarda əkin. Deyir, məsələn, meyvə ağacı mən dağda nəyə əkim? Dedim, ək qoy ayı yesin, mənim ayım yesin, bizim vətənimizin ayısı yesin. Bizim vətənimizin canavarı yesin, bizim vətənimizin tülküsü yesin, bizim vətənimizin qırğısı, qəcələsi, quşu yesin. Bizim vətənimizin siçanları yesin. Yəni, milli düşüncə sahibi olmaq budur ki, 24 saat gərək yatanda da, duranda da, nəfəs çəkəndə, ölünəcən də, o zaman ki, öldün heç. Ölünəcən ki, fikir edin, mən neyniyə bilərəm, bu millət və bu vətən abad olsun. Bu millət rifahda olsun. Mən neyniyə bilərəm, bu millətin müşkülündən 1 milimetr azalsın. 1 milimetr. Mən neyniyə bilərəm, bu millətin bir gündə 1 tümən gəlirinə çoxalsın. 1 tümən.
1 milyon demirəm gündə. Gündə 1 tümən bu millətin gəriliyinə çoxalsın. Mən neyə bilərəm? Bu millətin havası %1 təmizləşsin. Mən neyə bilərəm? Bu millətin düşüncəsi dünya düşüncəsinə yaxınlaşsın. 1 milimetr. Bizlə Amerikanın arasında 12.000 kilometr ara var. 12.000 kilometr yəni neçə milyon milimetr. Bunun 1 milimetrin elə o qədər də fikir ayrılığı var dostlar. O qədər də fikir ayrılığı. Dedim ben Kanadanın misal vurdum ki, Kanadada kasıb da var, dövlətli də var. Amma Kanadada difar yoxdur. Mesela indi gördüm, bu programı başlamışdan qabaq bir dənə xanım örgədir o birisi xanımlara ki, əgər qızınız var, istəyirsiniz evdən gedəsiniz, qorxursa oğru gələr, oğurlar, neyməyin? Yəni bu qədər qorxur ki, qorxu gələcək evdə neyməyəcəkdir? Bunu da örgədirəm, onu da oğru da örgəşəcək da. Deyir bəlkə onu oğru örgəşməyəcək. Amma Kanadada bu yoxdur. Divar yoxdur. Evlərin dövrəsində divar yoxdur. İstəsəz belə indi dururam, gedər o xiyabanda mən sizə göstərirəm ki, heç evin divarı yoxdur. Heç evin şeyi yoxdur. Bəzi evlərdə kamera qoyublar. O da buna görə deyil ki, oğurluq gəlsə. Çünki oğur gəlsə qapıların hamısı çox rahat açılar. Çox rahat. %99'unun qapısı yoxdur. Ev qapısı var. Ev qapısı çox rahat açılar. Ya şüşəsi rahat sınar. Çünki hamı şüşədir də. Hər yer şüşədir. Hər yer pəncərədir. Məsələn, bizim evin pəncərəsi, yatdığımız otağın pəncərəsi eşiyə baxır. Tamam pəncərələrimiz eşiyə baxır. Nərdəsə da yoxdur. Belə tıqqılı vursa, bir dənə belə tilti ilə vursa, o şüşə tökülər yerə. Amma oğru yoxdur. Niyə? Çünki insanlar milli düşünürlər. Özü kimə milli düşünür dostlar? Bir var ki, baxın, siz mən milli düşünürük. Yaxşı, bax, bu yüzlər dedəmiz burada bahəm yaşayıbdır. Ehtimalən, məsələn, mənlə əhərli 15-ci dədəmizə yetişsək bir xanəvadədən. Şahsevənlər təqribən hamısı indi bir xanəvadədən. Fikrin ki, məsələn bir 100 dədə geçsəz dalıya mümkün Təbrizlə Ərdəbil məsələn bir dədənin balasıdır. Bu cür qədər. Amma Kanadada o cür deyil. Kanadada deyir ki, mən İsrailliyəm, o Filistinlidir, bu İranlıdır, o Suriyelidir, o Libilidir, o Mərakeşlidir, o Tuneslidir, o Rusludur, o Ukraynlıdır, bu Almanlıdır, o Fransalidir, bu İtalyalıdır, o Norveçlidir, o Danmarklıdır. Torontoda 180 community var. 182. Yəni 182 millətin mərkəzi var. Bir yerdə toplandı, yaşayan yerləri var. Məsələn, İranlılar harada yaşırlar? İtalyanlar, Çinlilər filanlar harada yaşırlar? Hər kəsənin özünün bəlli bir yeri var. Korəlilər harada yaşır? Yeri var. Burada hissi milli budur ki, hamı deyir ki, bu vətənin, məsələn, mən gələndə burada millət 30 milyon deyildi, indi 35-40 milyona yaxındır. Yəni mən bilirəm ki, mən gələndən bu yüzə bura bir 10 milyon adam gətiriblər xaricdən, 15 milyon adam gətiriblər xaricdən. Amma burada milli hissi nə cür olubdu düzəldirlər? Özdə milli hissi deyil, yəni bizim kimi milli dedim, qanları bağlı deyil, dilləri bağlı deyil, dinləri bağlı deyil, bir deyil. Burada sadəcə insaniyyət üzərinə, kanadalıq üzərinə bir hüss yaradıblar. O da Kanadalıdır, mən də Kanadalıyım. O bu gün gəlibdir, mən 100 il bundan qabaq, 200 il bundan qabaq mənim dədəm gəlibdir. Hətta bəzən danışanda, mən Kanadalı ilə danışmam, deyir ki, bizim dədələrimiz gəliblər, burada adam öldürüblər, amma siz adam öldürməmişsiniz. Yəni, deyir ki, mən pis ehsasım var, duyğularım acıdır. Amma sən yox, çünki sən adam öldürməmsən gəlmişsən, biz adam öldürmüşük, səni də gətirmişik bura. Amma o adam dedim, deyir ki, o kasıb uşağın, məsələn, zalibdir. Məsələn, bura bəzən pənahəndə gələndə, Kanadanı deyirəm, pənahəndə gələndə deyir ki, sənə 2 dənə yoldaş verək. Məsələn, mənim özümə bir dənə vəkil vermişlər. Çünki bizlə dost olur. Nə idi? Öz maşinlə gəlirdi, gəlin siz aparın dolandırmağa. Aparırdı, gedirdi Tim Hortona, nə bilim, bizə yemək içmək də alırdı. Maşını ilə dolandırırdı.
yol, dil öyrəşdirirdi, yer öyrəşdirirdi, iş izahardı, adamlarla tanışdıracaq idi. Amma biz ki dilin qədrini bilmirdik, deyirik yox gəlmişik ki dildaşlarımızı, vətəndaşlarımızı görək. Onunla məsələn 2-3 həftə getdik, sonra da dedik ki yox yoruluruq. Məsələn gördük yoruluruq da bundan. Getdik bundan. Uzun zamanlı mənfəətimizi qurbanlıq elədik. Getdik dostlarımızla da 1 ildən 2 ildən sonra kəsdik. Siyasi ixtilafa dəydik. Onlar getdilər işlərin arasında. Biz getdik işimizin alında nə Kanadalını aldıq, nə onları. Mövzu otağı fiç və sərmayedardır dostum. Sərmayedarlıq. Və 1 saat 49 dəqiqə 42 saniyə bu haqda danışmışıq. Sözümü xülasə edeyim 10 dəqiqədə və sizə Allaha tapşırım. Otağı fiç ya dövlət yaradar, ya bir təşkilat yaradar. Təşkilat ya siyasi təşkilat olar, ya qeyri-siyasi təşkilat olar. Radyo, televizyon, ruznamə, məcəllə, həftənamə bir fikir otağıdır. Bir fikir yaratmaq mərkəzidir. Qəbul eləyəsiz, eləməyəsiz, bu belədir. Radyo Fərda, Radyo Azadi, International, BBC, BBC Farsi, İngilisi, nə bilim, hər nə ki var, bunların hamısı fikir mərkəzi, fikir otağıdır. Və bunlar bilirsiniz, heç olmasa bunu bilirsiniz ki, BBC 57 inqilabın BBC yaratdı, Xomeyni yaratmadı. BBC-nin gücünə 57 inqilab düşdü. BBC olmasaydı heç vaxt Xomeyni tanınmazdı bu məmləkətdə. Çünki Xomeyninin adını məsələn İranda şayad 10 nəfər bilirdi. Şayad 10 nəfər bilirdi. Şayad, bəlkə də heç bilməyirdi. Hələ onlar da bir dənə Xameneyi Rəfsəncanı deyib biz bilirik. Mən inanmıram ki, bilirdilər ya yox. Çünki o Əraqda idi, bunlar da burada yox idilər, uşaq idilər. Yəni yekə yalanlar var. Onlar da bilirdilər, bilmirəm. Yəni mən onları görməmişəm, o sizinlə yetişməmişəm, deyəm ki, vardı. Amma istəyirəm deyək ki, Xomeynini və o inqilabı BBC yaratdı. BBC niyə, nədir gəlsin? Çünki BBC bir fikir otağıdır. BBC-nin dalısında da ayrı fikir otaqları var idi. O fikir otaqları ilə BBC, Radio Fransa, xüsusən BBC əl-ələ verdilər, bir tane inqilab yaratdılar. Və biz də ki, düşünməz bir millətuq, BBC-nin fikir otağının adəti budur. Fikir otağı insanları dalısından aparar. BBC də bir tane inqilab yaratdı və bizim hamımızı ki, düşünməz idik, düşdük onun dalısından. Çünki dedik ki, yalan deməz ki, doğru bir filan bəhman. Gəldik bir Xomeyni adında bir adama bizi inandırdılar. Gətirdilər xiyabana, öldük, onu gətirdik. O gələndən sonra bizi öldürdü. Tamam azadlıqlarımız əldən getdi. Və millətin cavanları ki, bir nəsli çəkmişdi, 2 nəsli çəkmişdi, bu nəsil tazaşdan yekəlmişdi, tazaşdan şey olmuşdu, istirdi bir siyasiləşə, siyasəti bilə hamısını o siyasi istirdi, bilə öldürdü ki, bilməsinlər. İndi fikrin ki, əlan bir nəsl gəlir, balaca nəsl, cavan nəsl ki, siyasiləşir, siyasəti bilir, Xomeyni, Xameneyini qəbul eləmir, dövləti qəbul eləmir, dünyaya fərqli baxır. Siz bunu gələsiz, qətlam eləyəsiniz. Tamam da, bu nəsl quturcu etdi da. Qətlamdır. Biz radyo, televizyonlar, ruznamələr fikir otağıdırlar. Amma dövlət də yaradar, məclis də yaradar, şəhər şurası da yaradar və vəzifəsidir yaratmaq. Çünki şəhər şuraları, fikir otaqları yaratmasa, şəhərdə davaları kontrol edə bilməz. Polis ilə millətin davasını kontrol edə bilməz. Ər-arvadın davasını kontrol edə bilməz. Adamları özlərini öldürür, onu kontrol edə bilməz. İşsizliği kontrol edə bilməz. Təvərrümü kontrol edə bilməz. Haşiyənişinini kontrol edə bilməz. İranda haşiyənişini deyirlər, kasıblığı. Gecəqondu. Türkçəsi gecəqondu. Gecəqondunu kontrol edə bilməz. Kətdən şəhərə köçümü kontrol edə bilməz. Şəhərdən ayrı şəhərə köçümü kontrol edə bilməz. Sərmayələrin qaçmasını kontrol edə bilməz. Sərmayələri şəhərinə gətirə bilməz. Şəhərdə iş yarada bilməz. Şəhərdə xəstəxanası olmaz. Şəhərdə döktürləri pul fikrində olar. Adam sağlıq fikrində olmaz. Bu şurayı şəhərin fikri. Amma eyni halda
Sizinlə mənim də ki, pulumuz da yoxdur, sərmayədar da deyilik, dövlət də deyilik, şura şəhər deyilik, bizim də vəzifəmizdir. Biz də indilikdə hələ feylə özümüz elə ələ verə bir dənə otağı fiş yaratmalıyıq. 3 nəfərə, 4 nəfərə, 5 nəfərə başlayıb mütaliəmizi eləməliyik. Dövlətləri, millətləri mütaliə eləməliyik. Dedik sərmayə, məsələn dedik sərmayədarların çox böyük vəzifələri var. Misal vurduq Kanadada Tim Hortonsu, Prezident Çoysu, misal vurduq ki, bunun müxtəlif rəqib şirkətləri vardı, özü yaradıbdı. Amma nə edir? Məsələn, milləti yemağına belə pul toplayır. Uşaqları göndərməyə pul toplayır. Mərizlərə, uşaq mərizlərinə pul toplayır. Özü də bunun hər kəs hər nə qədər versə, onun bir qatında ya 2 qatında o şirkət özü qoyur. İranda da və Təbrizdə, Azərbaycan türklərin də yüzlər, bəlkə minlər şeyi var. Sərmayədarı var. Birincisi bu ki, biz dostlar, geçən 40 ildə, ya 30 ildə, ya 20 ildə məmuli ayaqyalın qarayaxa deyirik da, qarayaxa millətimizin üstündə işləmişik. Yəni, bunları millətləşdirmişik, bunları İrandan, farslardan uzaqlaşdırmışıq. Tamam, buracan müvəffəq. Buracan biz udmuşuq, farslar və İran uduzubdur. Amma biz sərmayədarlarımızı öz tərəfimizə çəkəməmişik. Farslardan misal vurduq, o vəziri, bir zaman vəziri məskən şəhərsazi idi, İshaq Cəhangiri, fikir edirəm o idi. O gəldi, İran şəhərləri topladı, ayda ağır büdcələr verdi bunlara. O Seyid Cəvad Təbai-də ki, öldü getdi, onu da qoydu bunların başına. Bir dənə mərkəzi fikir yaratdırdı, oradan İran şəhəri fikrinə ruznamə, məcəllələr yığışdı, bunları verdilər bunlara. Qolları idi onlarda, olan təbliğat dedik, medianın mərkəzidir. Bir dənə İran şəhəri fikri yaratdılar. Güclü. Bizim yoxumuzdur. Eyni halda ki, bizim mədənlərimiz var, bizim fabrikalarımız var, bizim filanlarımız vardı. Bunlar hamısı bu işi görə bilərlər. Hərəsi heç olmasa bir yerdən yapışıb bir dənə fikir mərkəzi düzəldə bilər. 10 nəfəri, 20 nəfəri, 50 nəfəri istihdam eləyib, onları xarici, mən qazancımdan birazını da Azərbaycana xərcləyim, Azərbaycanlılara xərcləyim. O zərər ki, Azərbaycanın havasına verirəm, insanların canına verirəm, yoluna verirəm, torpağına verirəm, suyuna verirəm. Onu cubran eləmək üçün 10 nəfər, 20 nəfər bir yerə toplayım, onlara hüquq verim, onlar işləsinlər bir fikri ya siyasət sahəsində, ya qanun sahəsində, ya iqtisad sahəsində, ya teknoloji sahəsində, ya qadınların haqqı, uşaqların haqqı, qocaların haqqı, mərizlərin haqqı, savaşın az olması, bir-birimizdən təsadüflar, xiyabanlarda sürətlə sürür, vurur, gedir, maşını aşır, gedir, özünü öldürür, onunla 5 nəfər də öldürür. Bunları azaltmaq üçün bir qrup düzəldi. Sərmayədarın bir vəzifəsi, məncə, milli sərmayədarın vəzifəsi budur. Lazım da deyil sərmayədar özün deyək ki, İran dövləti bilər mənə müşkilçidir. İran dövləti bilməsin. Məsələn, İnsafəli, sənə mən ayda bir belə verəcəyəm, sən də get günən bu işi gör günən, bur günən mən sənə ayda 15 günən 15 günə, 20 günən 20 günə mən səndən müstəqim ya qeyri-müstəqim səndən bir güzariş alacağam. O günəcən ki, mən razı düşəm, bu iş qalacaq. O gün ki, razı düşməyəm, səni qoyacağam qırağa. Şərt idi da. Mən də gözüm üstə gedirəm, işi qururam, 20 nəfər istihdam edirəm. Bizim amacımız budur. Dünyada iqtisad müxtəlif məmləkətlərdə 200 məmləkət var Sazıman Miləldə. 200 məmləkətin keçən 100 ildə hərəsinin onlar stratejisi olub, şikəst yiyibdir. Bir stratejisi, 2, 3, 5 stratejisi cavab veribdir. Bu stratejiləri biz hamısını hər sahədə qoyun saxlamaq, inək saxlamaq, süd sağmaq, toyuq saxlamaq, nə bilim, səbzə əhmaq, gül əhmaq, ağac əhmaq, suda, havada fabrika qurmaq, sərmayə gətirmək, pul gətirmək, adamları savadlandırmaq, siyasətləndirmək, düşündürmək, təhəzzüb eləmək, qruplandırmaq filan, bəhman, bunların hamısı hərəsi bir sahədir. Bunlar da təhqiq eləyib görək nədir? Qəşəng bir gözəl, buradan bizim gələcəyimizə 200 dana siyasət ki, müvəffəq olub heç olmasa, bəlkə 400 dana, bəlkə 600 dana, bəlkə 800 dana, çünki geçən 100 ildə bir dana bəzi məmləkətlərin 200 dana mümkündür projeləri müvəffəq olubdur, 200 dana stratejiləri müvəffəq olubdur 200 sahədə. Bəlkə də çox. Biz bunlardan minlər özümüzə ülgü yox, amma bir yol tapa bildik. Bax, bunları görüblər, şikəst yiyiblər, biz də bunları görməyək.
milli sərmayedarlar eləyə bilərlər bizə bu fürsəti millətimizə yaratsınlar. Dövlətimiz olmaya. Və milli sərmayedar yoxumuzdursa müşkülümüz var. Çünki milli sərmayəsiz axı millət hərəkət eləyə bilməz ki. İran dövləti sabah deyər ki, karxanaları bağlayın. 10 gün bağladıq. İnqilabda yadınızdadır, kollən etisab oldu. Millət nə cür diri qaldı? Milli sərmayedar gəlirdi, deyirdi ki, məsələn, filan şeyi alırdı, qoyurdu xiyabana, deyirdi, bunu paylayın. Ya tanıdıqları adama deyir ki, bunları tanıdığınız adamlar ki, ehtiyacları var, aparın, verin. Dedik ki, ona Kanadada food bank deyirlər. Hər kəs hər nə alanda biraz da alır, qoyur ora. Məsələn, bəzi furuşqahlar var, bu çox cəlibdir. Görmüşəm ki, deyirsiniz, bu kağız paketləri doldurubdu için. Ağzını da peçetləyibdi, mixkupla peçetləyibdi ağzını. Qoy bura, yazıb ki, bunun içində 20 dolarlıq şey var, 15 dolara veririk. Hər kəs istəsə bundan alsın, qoysun food bankə. Adam baxır, deyir ki, tamam, bu 20 dolar olacaq, 15 dolar. Mən bu 15 dolar alım, 5 dolar da bu verib, şirkət özü verib yəni. Bu 20 dolarlığı alır, qoyur oraya. İçində düyüsü var, nə bilim, makaronisi var, rubbu var, tonu mahisi var, filan bəhmanı vardı. Bunları balıq tonundan, zadından yığır ora. Sən də görmürsən nə var. Belə oradan çəkirsən, qoyursan, bura pulun verirsən, gedirsən. Bu da milli düşüncədir. Milli düşüncədə dostlar. Milli düşüncə yekə düşüncələr deyil. Yekə deyəndə zorunuz çatmaz. Qədimdən dedilər ki, böyük daşı götürən nə deyək, götürməmək əlamətidir. Onu eləməyək. Biz cıqqılı daşlar götürək ki, əlimizlə rahat götürə bilirik. Zor vermirik. Rahat götürürük. Dedim, məsələn, 2-3 nəfərə oturaq deyək ki, filan məmləkətin filan şeyini oxuyaq. Görək onun təcrübələri nədir? Görək filan məmləkət, nə cür eləyək ki, bizim bayram tətilatında filan qədir adamımız təsadüf elədi, öldü. Nə cür eləyək bunlar ölməsinlər? Niyə bizim millətimiz belə əsəbanidir? Niyə bir-birləri dav eləyirlər? Niyə bir-birləri ilə savaşırlar? Dünən 4 dana darğa şahid desəm daha yaxşıdır. 4 dana darğa şahid oturublar, danışırlar. Bilmirəm, Təbrizdədirlər, hardadır, oturublar, internetdə danışırlar. Milli fəallara söyüş verirlər. Bu nə cəsarətdir bunlar eləyiblər? Bizim milli fəallarımız hardadır? Adam orada deyir ki, bura traktorçular ki, bunlar gəlirlər, bunların hamısı İrancıdırlar. Bunlarda 100 min nəfərdən 20 min nəfəri də şey deyil, milli deyil. Bunlar da gəliblər bu hədəfə, gəlir onların qabağını alıq. Yəni, bu məmləkətdə 4 dana milli adam yoxdur ki, bu 4 nəfər tapıb bunların əllərini görsədək ki, məsələn, milli fəaliyyən nəminə. Yox. Mən dostlar əgər istəsələr gəlsinlər, danışalar, gözüm üstə yerləri var. Çünki dostlar gəlmirlər. Qabaqcan kitab oxurduq, onda bunu deyirdik. İndi hər kəs istəsə gəlsin, Ulduz xanım olmasın, hər kəs olsun. Bu sahədə ki, mən danışıram, danışsalar, yəni nə də danışırıq? Milli düşüncə, milli sərmayedar. Bu sahədə, bunun ətrafında dolanan məsələlər haqqında hər kəs danışsa, oradan nə deyirlər, request göndərsin, dərxast göndərsə, istəsəm mən buradan hətmən qoyacağım. Ta mən bilmirəm kim istəyir danışsın, ya kim istəmir danışsın. Birazdan live atacağım və millətçilər gələcəklər mənim live'ıma. Çox gözəl vətən dostum. Mən çox sevinirəm. Amma mənim dediyim budur. Millətçi həm sərmayedar, həm də biz milli düşünək. Milli düşünmək budur ki, o 4 nəfər ki, dünən o videoda gəliblər Azərbaycan millətin və türk dilini çəkiblər aşağı. Bizim vəzifəmiz budur ki, onların bir hesablarını bir təsviyə eləyək da. Görək bu ay başı onlara nə verəcək? Onların hüquqları var, biz elə onların hüquqlarını verək. Onlar Azərbaycanı bir xidmət elədilər dünənləri. Biz onların xidmətlərini verək, görək gələn həftə danışa bilərlər, yox. Ulduz xanım zahirən, ya Ulduz dostumuz yazıbdır ki, yox, mən deyirəm, niyə bura xəlvətdir, mənzur video azdır. Doğrudur, yəni, mən siyasi danışıram, mən biraz elmi danışıram, mən biraz çalışıram, bəlkə öz düşüncəm həddində, dərin danışıram.
Müşkülümüzü nə cür tapaq, nə cür danışaq? Milli sərmayədarlıqdan danışıram, milli sərmayədən danışıram, dünyadan danışıram, milli düşüncədən danışıram. Və bunun alveri yoxdur, yəni tərəfdarı yoxdur. Tək bu gün deyil. Yəni mən kitab da oxurdum bu cür idi. İndi bu cür deyil. Amma indi Ulduz xanım ki burdadır, çox gözəl oldu. Ulduz xanım biz tezlikcə bir mədrəsə açacağıq onlayn. Və dostlarımızdan hər kəs, hər sahədə, hər nə iş başarır, təcrübəsi var, ya savadı var o mövzuda, hər nə sahə olur olsun. Tarix, dil, tərcümə, nə bilim xarici dillər, öz dilimiz, ədəbiyyat, musiqi, nəqqaşi, heykəlsazlıq, nə bilim bir iş düzəltmək, kamfa ilə köynək toxumaq, nə bilim tükan düzəltmək, baqqalçılıq, döviz alıb sərraflıq, nə bilim hər kəs hər nə başarırsa, kitab yazmaq, şeir yazmaq, məqalə yazmaq, hər kəs hər nə başarırsa, onlarda da örgü edə bilər. Bunlara da hazırlıq aparırıq. İnşallah umaram ki 1-2-3 ayın içində bu açılsın və dünyada 25-ci danışqaha Azərbaycanlılar sahib olsunlar, onlayn danışqah və o birisi danışqaların hamısı pulludur, bəzisi də ağır pulludur. Yəni bizlərə ağır puldur. Biz inşallah bunu ucuz vəzinlə aparacağıq. Hər halda dostlar, mən 2 saatı da keçirtdim, qərar dəydi, belə olsun. Dostlar, mən söhbətin əvvəlində dedim. Bu ki, mən otağı fiş haqqında danışıram, burada da düşünürəm. İnanın, mənim özümə taza fikirlər gəlir. Yəni, hətta biz özümüz dərin fikrə cunsaq belə, taza fikirlər özümüzə gələcəkdir. Və özümüz sevinəcəyik ki, bu fikri mən bilmirdim, bunu bildim. Baxım görün, bunu bilən var. Bunun üçün qorxmayın. Qorxmayın, xanımlar, ağalar, lütfən qorxmayın. Gəlin, otağı açın, onlayn, danışın. Ya baxarlar, ya baxmazlar. Siz tarixə, Azərbaycana, Azərbaycanın milli mənfəətlərinə təşrifizi yerinə gətirin. Bu ki, 4 nəfər gələr, qulaq asar, asmaz. Əslən bunlara fikir verməyin. Sizin vəzifəz budur ki, bildiklərinizi örgədəsiz. Millətin vəzifəsi budur, örgəşə. Örgəşməz, sabahları mənim nəslimi ya məni günahkar tuta bilməz. Məni gələn 100 ildə günahkar hər kəs istəyə tuta, gələcək baxacaq görəşi İnsafəli Hidayətin internetdə məsələn 1000 saat danışığı vardı, 11 milyon kəlmə, 12 milyon kəlmədə yazısı var. Da məni günahkar tuta bilməz. Deyərlər İnsafəlinin əlindən bu qədər gəlirdi, deyibdi, yazıbdı. Niyə millət gedib qulaq asmayıbdı? Çünki millət coçu deyənə çox qulaq asır. Yaman deyənə çox qulaq asır. Dünən o 4 nəfərin yamanından məsələn neçə 100 nəfər qulaq asırdı. Ki hamıya kəmərdən aşağı danışırdılar. Amma mənə də qulaq asmazlar, çünki mən dərd deyirəm. Mən dərman deyirəm. İranda hər kəs istəyir desin, mən roşən fikrəm, arvadlar yaxşıdırlar, kişilər pisdilər deyir. Ağa, gəl otur bir vəsətdə məsələ gör, nədir? Kim yaradıbdı? Nə cür yaradıbdı? Nə cür olubdu bu cür? Biz iki yerə niyə bölünmüşük? Biz ikimiz bir can deyilik. Nə cür olubdu? İndi buracan bölünmüşük ki, məsələn, filan kəs günahkardır, filan kəs günahsızdır. Beləsi bir şeylər yoxdur. Hər halda dostlar, mən bu günləri çalışdım. Milli sərmayə, milli sərmayədar və milli düşüncə haqqında danışım. Bunlara çoxlu misallar Kanadadan vurdum, Amerikadan vurdum, İrandan vurdum, Farslardan vurdum, Türklərdən misal gətirdim, neyməyə bilərlər. Misal gətirdim ki, Türklərdən kim Azərbaycanda milli düşüncə üzünə işləyibdi, ya işləyir azdan çoxdan. Bunlara misal vurdum. Məncə biraz bu bəhsi açdım ki, bizim milli sərmayədarımızı yola gətirəməsək, sərmayədarlarımızı millətləşdirməsək, Azərbaycançılaqlaşdırmasaq, türkləşdirməsək, biz müvəffəq ola bilmərik. İndi də müvəffəq olsaq, dövləti belə çevirsək, müstəqil olsaq, bizim onlara ehtiyacımız var.
onları qədrini bilməliyik, onları bu yola çəkməliyik, onların sərmayələrindən, fikirlərindən, düşüncələrindən milli hədəflər, amaclar yolunda faydalanmalıyıq. Sağ olun, sağ qalın, gecəniz xeyirə qalsın.